Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Biz bu videoda demək qədim dövr 6-cı sinifin Azərbaycan və ümumi tarixini əhatə eləyən ümumi sınağın izahına baxacağıq. 50 sualdan ibarət demək sınaq. Sınaqda demək diqqətlə qulaq asarsınız video izahlara. Sınaqda öyrədici məqamlar vurğulayacağam. Burada əsas diqqət çəkən məqamları, testlərdə ən çox istifadə edilən məqamları. Ona görə video izah biraz uzun olacaq, amma axıra kimi qulaq asarsınız. Demək, ibtidai icmi ilə bağlıdır birinci sual. Deyir, uyğunluğu müəyyən elə. Yeni daş dövrü, tunç dövrü, bir də oxşar cəhət hər iki dövr üçün. Yeni daş dövrü deyilsə bu neolitdir, tunç dövrü deyilsə ümumi anlayışlı, yəni erkən, orta, son tunc ola bilər. Yeni daş dövründə deyir, insanlar ibtidai əkinçilik və maldarlıqla məşğul olmağa başladılar. Bu yanlışdır. Biz demişdik ki, ibtidai əkinçilik və maldarlıq insanlar məşğul olmağa başlayır mezolitdə, yəni orta daş dövründə. Heyvan sümüklərindən əmək alətləri, oraq, toxalar düzəldilirdi. Bu doğru fikirdir. Yeni daş dövrü, neolit dövründə məhz heyvan sümüklərinə aid oraqlardır, toxalardır. Bunlar tapılmışdı. Elə neolit dövrünə aid biz Tovuzda Göytəpə yaşayış məskənindən deyə bilərik. Evlər çiy kərpisdən və möhrədən tikilirdi. Bu eneolit dövrünə aiddir. Tunç dövrünə baxsaq, ilk dəfə metaldan istifadə edilməyə başladı. Yanlışdır. Metaldan eneolit dövründə ilk dəfə istifadə edilməyə başlamışdı. Ovçuluq və yığıcılıq ikinci dərəcəli məşğuliyyət sahəsi idi. Bu doğru fikirdir. Çünki biz deyirik ki, ovçuluqdur, yığıcılıqdır. Bunlar hamısı artıq eneolit dövründən ikinci dərəcəli sahəyə çevrilirlər. Tunç dövründə də bu ikinci dərəcəli məşğuliyyət sahəsi idi. Yəni davam eləyirdi. Bunlar ilk dəfə çevrilmə eneolit dövründə idi. Amma ikinci dərəcəli məşğuliyyət sahəsi olmasa tunç dövründə də yenə ikinci dərəcəli idi. Maldarlıq və əkinçilik müstəqil sahəyə çevrildi. Tunç dövründə bəli, maldarlıqla əkinçilik müstəqil sahəyə çevrilir. Erkən tunç dövründə birinci ictimai əmək bölgüsü ilə maldarlıqla əkinçilik ayrılır, müstəqil olurlar. Oxşara baxsaq, istehlak təsərrüfatı mövcud olmuşdu, doğru fikirdir. Həm yeni daş dövründə, yəni neolitdə, həm də orta tunç dövründə istehlak təsərrüfatı mövcud olubdu. Həm də istehsal təsərrüfatı da mövcud olub, ikisi də olubdu. Dini ayinlər xüsusi yerlərdə aparılırdı, bu yanlışdır. Dini ayinlərin xüsusi yerlərdə aparılması ibadət evləri ilə bağlıdır ki, ibadət evlərdə Tunç dövründən, erkən Tunç dövründən etibarən meydana gəlməyə başlamışdı. Yəni bu yeni daş dövründə yox idi bu. Bunu oxşar kimi götürənmərik. Əmək alətlərinin hazırlanmasında metaldan istifadə edilmişdi. Baxın, burada yeni daş dövrü var. Biz dedik ilk dəfə metalla tanışdıq eneolitdə, yəni mis daş dövründə. Mis daş dövrü ilə desəydi, hə götürərdik. Yeni daş dövründə, yəni neolitdə metal yox idi. Demək oldu cavab 1-də B, 2-yə olacaqdı Tunç dövrünə aid B, C, 3-ə də olacaqdı oxşar cəhət kimi A variantı, yəni C. Keçək ikinci sualımıza. Sual işarəsinin yerinə yazıla biləcək rəqəmləri müəyyən edin. Kür döyüşü veribdi, 66-da baş verən bu, Qanıq döyüşü 65-də, bir də Karra döyüşü verib 53-cü ildə baş verən döyüşlərdir bunlar. Bunlarda tərəflərdən biri Romadır, digərləri isə biz bilirik ki, Atropatena və Parfiya qüvvələri iştirak edir. Məsələn, Qanıqla Kür döyüşündə Roma Alban qüvvələri, Karra döyüşündə Roma, Atropatena və Parfiya qüvvələri iştirak edibdi. Deyir, sual işarəsinin yerinə yazıla biləcək rəqəmləri. Yəni, bu sual işarəsinə yerinə elə bir variantlar yazmalıyıq ki, elə bir hadisələr yazmalıyıq ki, hər üst döyüşün üçünə də aid olsun. Roma qoşunları qalib gəlmişdi. Bunu yazan bilmərik. Qanıqla Kürdə qalib gəlsə də Roma qoşunları Karrada məğlub olub deyə yazan bilmərik onu. Eradan əvvəl 1-ci əsrin birinci yarısında baş vermişdi. Aha, bunu yazarıq. Çünki Karra nə vaxt baş verib? 53-də, Kür 66-da, eradan əvvəl. Qanıq da 65-də. Bu da eradan əvvəl 1-ci əsrin birinci yarısına düşür. Eradan əvvəl olduğu üçün. Məsələn, 100-dən 51-ə kimi, 51 daxil biz deyirik eradan əvvəl 1-ci əsrin birinci yarısında. 50-dən artıq 1-ə kimi eradan əvvəl 1-ci əsrin ikinci yarısına düşür. Bizim yer olanda tərsinə olur. Bu ikinci fikir doğrudur. 2-ni götürdük. 2-ni götürürük, yaza bilərik. Müasir Şimal Azərbaycan arasında baş vermişdi. Xeyr. Qanıqla Kürü deyə bilərik, Karra döyüşü Asiyadadır. Deyənmərik, bunu götürmürük. İştirak edən tərəflərdən biri Roma imperiyası idi. Bunu da götürmərik. Baxın, bayaqlar dedim, iştirak edən tərəflərdən biri Romadır. Amma Romanın imperiyasını demərik ki. Roma Respublikası deyə bilərdik. Çünki bu
üçünün də dövründə Roma Respublika idi. Eradan əvvəl 27-ci ildən etibarən artıq Roma imperiyaya çevriləcəkdi. 4-ü götürmürük. 5-ə baxsaq, Roma sərkərdəsi Pompey iştirak edirdi. Pompey burada qanığından Kür döyüşündə iştirak edib. Karrada iştirak edən Kras olubdu. 5-i götürmürük. Alban qüvvələri məğlub olmuşdu. Alban qüvvələrinin məğlub olması da qanığından Kür döyüşündədir. Karra döyüşündə ümumiyyətlə albanlar olmayıbdı. Demək, burada yalnız sual işarəsində yaza biləcəyimiz variant yalnız 2-dir, C variantı. Geri gəlmişkən onu deyim ki, Karra döyüşündə iştirak edən Kras, Qanıq döyüşündə iştirak edən Kozis, həmçinin Pompey, bir də eradan əvvəl 36-cı ildə Zober özünə tabe edən Kanedi hökmdar yox sərkərdə olublar. Bəzən onlar testlərdə hökmdar kimi verilirlər. O variantlar yanlışdır, sərkərdə olublar. 3-cü testdə səbəb nəticə əlaqəsinin düzgün verilmədiyi sıraları müəyyən edin. Yəni yanlışları seçməliyik biz. Yanlışları. Qavqamələ döyüşünün baş verməsi, Əhəməni hökmdarı 1-ci Daranın məğlub olması. Baxın, Qavqamələ döyüşündə Əhəməni hökmdarı 1-ci Dara yox idi. 1-ci Dara 6-cı əsrdə hakimiyyətdə olub. Hindistan deyildi. 6-cı əsrin sonunda da tabe eləyib Hindistanın şimal-qərbini. Eradan əvvəl belə deyək də 486, eradan əvvəl 522-dən eradan əvvəl 486-cı ilə kimi hakimiyyətdə olubdu. Hətta 1-ci marafon döyüşündə deyirdi iştirak edib Yunan ordusuna da məğlub olubdu. Bundan başqa Hindistanın şimal-qərbini deyirdi tabe edibdi 1-ci Dara. Amma Fermopil döyüşündə deyirdik ki, eradan əvvəl 480-ci ildə 1-ci Dara iştirak eləmirdi. Orada iştirak edən onun davamçısı Xerxes idi. Sonra gəlsə 2-yə Makedoniya imperiyasının yaranması. Burada 3-cü Dara idi iştirak edən, 1-ci Dara yox. Makedoniya imperiyasının yaranması, Babil şəhərinin paytaxtı çevrilməsi bu doğrudur. Baxın, biz deyirik ki, İskəndər Makedoniya dövlətinin paytaxtı Pella idi. Bu heç. İskəndər artıq şərqə doğru yürüş elədi, gəldi Suriya, Fələstin, Misir tabe elədi. Sonra getdi Kiçik Asiyada artıq Əhəməniləri məğlub etdi, imperiyanı yaratdı. Onu da yeni yaradan zaman imperiyanı Babil şəhəri çevrildi imperiyanın paytaxtı. 2 doğrudur. Periklin strateji seçilməsi, Afinada demokratiyanın əsasının qoyulması bu yanlışdır. Afinada demokratiyanın əsası 6-cı əsrdə qoyulmuşdu. Periklin dövründə sadəcə olaraq demokratiyanın çəhlənmə dövrüdür. 3 yanlışdır. Solon islahatlarının keçirilməsi, yoxsullara vəzifəyə görə əmək haqqı verilməsi. Solon islahatlarının keçirilməsi, yoxsullara vəzifəyə görə əmək haqqı verilməsi. Baxın, Solon islahatları biz deyirik keçirilir, əhali vətəndaşlıq hüququ alırdı ilk dəfə. Və xalq yığıncağında da bütün vətəndaşlar iştirak edə bilərdi. Bütün kişi vətəndaşlar iştirak edə bilərdilər. Amma biz demişdik ki, Solonun məhdud cəhətlərindən biri o idi ki, yoxsullar vəzifəyə seçilə bilməzdilər. Nə vaxta kimi? Periklin strateji seçilməsinə kimi. Artıq eradan əvvəl 5-ci əsrin 2-ci yarısında Perikli strateji seçiləcək Yunanistanda, məhz ondan sonra yoxsullar vəzifəyə seçilə biləcək və Romadan da fərqli olaraq biz deyirdik ki, yoxsullara görə Yunanistanda əmək haqqı verilirdi. Vəzifəyə görə yoxsullara əmək haqqı verilirdi Yunanistanda. Bu da onun Romadan fərqli cəhəti idi. Həmçinin eradan əvvəl 5-ci əsrin 2-ci yarısı Yunanistan, eradan əvvəl 3-cü əsrin ortaları Roma və Yunanistan üçün oxşar cəhətdir. Yoxsulların vəzifəyə seçilə bilmək hüququnun alınması. 5-ə baxsaq, Əhəməni dövlətinin orta Yunanistanı tutması, Yunan-İran müharibəsinin başlaması bu yanlışdır. Yunan-İran müharibələri 5-ci əsrdə başladı. 5-ci əsrin əvvəllərində başladı. Bu orta Yunanistanı Əhəmənilər tutdu. Eradan əvvəl 480-də Fermopil döyüşündən sonra Fermopil döyüşü nəticəsində Yunan-İran müharibələri isə əvvəlcə başlamışdı 500-cü ildə artıq. Hadisə ondan əvvəl idi. Ona görə 5 də yanlışdır burada. Burada səbəb nəticə əlaqəsinin düzgün verilmədiyi deyirdi. Düzdür bizdə? 1-ci variantda düzgün verilmədi. Dedi 2-də düzgündür, 3-də düzgün verilmədi, 4-də də düzgün verilmədi, 5-də də 1, 3, 4, 5 A variantı olacaq. 4-cü testə keçsək, xronoloji ardıcıllığı müəyyən edin. Afina xalq yığıncağının ali hakimiyyət orqanı olması. Artıq eradan əvvəl 6-cı əsrin sonunda biz deyirdik ki, Afinada xalq yığıncağı ali hakimiyyət orqanına çevrilir. Eradan əvvəl 6-cı əsrin sonu. Afinada əhalinin vətəndaşlıq hüququ əldə etməsi eradan əvvəl 6-cı əsrin əvvəlidir. Bu sonudur. Bu eradan əvvəl 6-cı əsrin əvvəli. Vətəndaşlıq hüququ Solondan alırdıq. Salon islahatları ilə. 1-ci Daranın Yunanlılara məğlub olması bu
5-ci əsrin əvvəlləridir. Marafon döyüşüdür 490. Afina Sparta şəhərləri arasında müharibənin başlanması bu 431-dir. Afina dənizçi ittifaqının ləğv edilməsi Afina Sparta şəhərləri arasında gedən müharibənin nəticəsində 404-də. Müharibə 404-də bitir, elə onunla da artıq Afina dənizçi ittifaqı ləğv edilir. Xronoloji ardıcıllıqda burada gələcək birinci 2, çünki 6-cı əsrin əvvəlləridir. Afina dövlətindən başlayır. Sonra gələcək 1, 6-cı əsrin sonlarıdır. Xalq yığıncağının ali hakimiyyət orqanına çevrilməsi. Sonra gələcək 3, sonra gələcək 4, sonra gələcək 5. Yəni 2, 1, 3, 4, 5. 2, 1, 2, 1, 3, 4, 5 A variantındadır. 5-ci suala baxsaq, bizdən uyğunluğu müəyyən etmək istəyir. Demək, eradan əvvəl diqqətli olmaq lazımdır. 4-cü minillikdə Misir ilə Şumerlərə aid uyğunluğu müəyyən etməliyik burada. Nomlar, demək, burada qeyd olunmuş ki, nomlar arasında mübarizə nəticəsində Vahid Misir dövləti yarandı. Vahid Misir dövləti eradan əvvəl 4-cü minillik sonunda yarandı. Nəyin nəticəsində? Yuxarı Misirin aşağı Misirə qalib gəlməsi nəticəsində. Düzdürmü? Amma nomlar arasında mübarizə nəticəsində birinci yuxarı və aşağı Misir padşahlığı yaranır. Daha sonra yuxarı və aşağı Misir padşahlığı Vahid Misir dövlətini yaratmaq uğrunda mübarizəyə başlayırlar. Nəticədə də yuxarı Misir, aşağı Misirə qalib gəlib padşahlıq yaranır. Yəni burada nomlar arasında mübarizə nəticəsində yazıb, bu yanlışdır. Yuxarı və aşağı Misir padşahlığının apardığı müharibə nəticəsində yazsa doğru olardı. Çünki nomlar arasında mübarizə nəticəsində hələ 2 dənə Misir dövləti yaranır, yuxarı aşağı Misir. Sonra Vahid Misir dövlətinə çevrilmə bundan sonradır. Zoserə məxsus ilk piramid inşa edildi. Bu da yanlışdır. Çünki ümumiyyətlə Zoserə daşdan yonulmuş ilk piramida Zoserə məxsusdur. O da ki, ilk dəfə eradan əvvəl 3-cü minillikdə, 4-cü minillikdə yox. Memfis bizdən 4-cü minillik istəyir. Memfis şəhəri paytaxta çevrildi. Bunu götürərik, bəli. Çünki 4-cü minillikdə Misir dövləti yarananda onun paytaxtı ilə Memfis idi. Hitlerlə Suriyanı öz aralarında böldülər. Bu da yanlışdır. Onu 2-ci minillikdə böləcəklər. 2-ci minillik sonlarında. Bizdən 4-cü minillik istəyir. Şumerlərin 4-cü minillik tarixinə baxsaq, Akkadlar tərəfindən ilk dəfə vahid halda birləşdirildi. Bu 3-cü minillikdir. Sarqon tərəfindən ilk şəhərləri olan Eridu meydana gəldi. Bəli, 4-cü minillikdə Şumerlərin ilk şəhəri olan Eridu meydana gəlir. Mixi yazını yaratdılar. Şumerlər yaradıblar, amma 3-cü minillikdə. Mesopotamiyada məskunlaşma başladılar. O da 7-6-cı minillikdədir. Bizdən 4-cü minillik istəyir. Oxşarına baxsaq, xarici dövlətlərin yürüşünə məruz qaldı. Bu yanlışdır. Şəkli yazını yaratmışdılar. Doğrudur. Həm Şumerlər, həm Misirlilər eradan əvvəl 4-cü minillikdə hər ikisi şəkli yazıdan ilk olaraq istifadə etmişdilər. Daha sonra Misirlilər hieroqlif yaradırlar, Şumerlər də mexini yaradacaqlar özlərinə məxsus. İşğalçı müharibələr 4-cü minillikdə heç birində yoxdur. Ərazisindəki şəhər imperiyanın paytaxtına çevrilmişdi, o da yoxdur. Onu deyərik eradan əvvəl 1-ci minillik tarixinə Şumerlərdə Babil şəhərini deyirik, Mesopotamiyada imperiyanın paytaxtına çevrilir. Misirdə də biz deyərdik ki, İskəndəriyyə şəhərində, o da yeni yaranan Misir padşahlığının paytaxtına çevrilirdi 4-cü əsrdə. Yəni biz burada 4-cü minilliyə aid edə bilmərik onu. Demək oldu burada 1-ə C, 2-yə B, 3-ə B. C, B, B. O da B variantındadır. 6-cı suala baxsaq, deməli uyğunluğu müəyyən eləyirik. Roma Respublikası Yunanistan. Roma Respublikası 2 hissəyə parçalanmışdı, yanlışdır. Roma imperiyası parçalanan zaman Roma 395 idi. 395. Onda da Roma Respublika yox, imperiya idi. Ona görə biri götürmürük Roma Respublikasına aid. Qulların öldürülməsini qadağan etmişdi. Qulun öldürülməsini qadağan etmişdi. Bu, deməli, imperiya dövrünə düşür. Bunu Adrian etmişdi. Bizim eranın 2-ci əsrində. Bu da Roma Respublikası yox, Roma imperiyasına düşür. Ona görə 2-ni də götürmürük. Əhaliyə vəzifəyə görə əmək haqqı verilirdi. Bu dedik ki, Romada vəzifəyə görə əmək haqqı verilmirdi. Bu da onu Yunanistandan fərqləndirirdi. Üçü də götürmürük. Torpaq qanunu qəbul edilmişdi. Bəli. Eradan əvvəl 2-ci əsrdə, eradan əvvəl 133 və 123-cü illərdə Roma Respublikasında torpaq qanunu qəbul edilibdi. 4-ü götürürük. Yunanistan.
Eradan əvvəl 5-ci əsrin birinci yarısında iki şəhər dövlət arasında mübarizə başlamışdı. Eradan əvvəl 5-ci əsrin birinci yarısında iki şəhər dövlət arasında mübarizə. Yunanistanda Afina və Spartadan gedir burada söhbət. Afina və Sparta arasında da müharibə başlayıb eradan əvvəl 431-də. Bu 431-də eradan əvvəl 5-ci əsrin birinci yarısı yox, 5-ci əsrin ikinci yarısıdır. Çünki eradan əvvəldir. Ona görə birinci yarısı yox, ikinci yarısı olmalı idi, yanlışdır. Periklin dövründə əhali vətəndaşa hüquq almışdı, bu da yanlışdır. Periklin yox dedik ki, Yunanistanda əhalinin vətəndaşa hüquq alması eradan əvvəl 6-cı əsrin əvvəlləridir, Solon islahatları nəticəsində. 6-cı əsrin sonlarında da artıq Afinada xalq yığıncağı ali hakimiyyət orqanına çevrilir, strateglər seçilməyə başlayır, Afinada üsyan baş verir, tiraniyaya son qoyulurdu. Periklin dövründə əhaliyə vətəndaş hüququ dedik yanlışdır. Eradan əvvəl 338-ci ildə Makedoniya imperiyasına məğlub olmuşdu. Bu da yanlışdır. Çünki biz dedik ki, Makedoniya imperiya nə vaxt çevriləcəkdir? Makedoniya imperiyaya artıq İskəndərin işğalçılıq şərqi yürüşündən sonra çevriləcəkdir. 338-də isə hələ Makedoniyalılara Filip başçılıq eləyirdi. O zaman bu imperiya deyildi. Nə də İskəndər hökmdar deyildi. İskəndər 336-dan gələcək hakimiyyətə. Sonra yazıb eradan əvvəl 2-ci əsrdə Roman əyalətinə çevrildi. Bu doğrudur. Eradan əvvəl 146-cı ildə Yunanistan və Makedoniya Roman əyalətinə çevrilir. Bu da 2-ci əsrə düşürdü. Demək burada 1-ə cavab olacaq Roma Respublikasına aid 4, Yunanistana aid 8. Yəni cavabımız 4-8 variantı. 7-ci testə baxsaq, deyir hadisələrdən hansıların yerini dəyişdikdə düzgün xronoloji ardıcılla qalınır. Mediada Aşur əleyhinə azadlıq hərəkatının başlanması bu eradan əvvəl 60. Demək, eradan əvvəl bu mediada Aşur əleyhinə azadlıq mübarizəsi. Dəqiqə. Eradan əvvəl 673-dür o, mediada Aşur əleyhinə azadlıq mübarizəsi 673. Üsyan nəticəsində Manna hökmdarının öldürülməsi bu eradan əvvəl 650-dir. Ahşerdən söhbət gedir. Mediada 28 illik İskit ağalığının başlanması bu eradan əvvəl 653-dür. Manna dövlətinin ikinci dəfə Aşurla ittifaqı bərpa etməsi bu ikinci dəfə Aşurla ittifaqı bərpa etməsi artıq bu düşür. Birinci dəfə o ulusun bərpa etdi, özü pozub özü bərpa etdi. İkinci dəfə deyirsə bu düşür kimin dövrünə? O ailənin dövrünə. O ailə də 650-də gəldi. 650. Media dövlətinə vilayət hakimlərinin tamamilə ləğv edilməsi. Mediada baxın, vilayət hakimlərinin müstəqilliyi əlindən alınıb çevrilir saray əyanlarına Kaştaritin dövründə. Amma vilayət hakimlərinin tamamilə ləğv edilir. Bu Kiaksarın dövrüdür. Yəni 625-dən başlayaraq. Burada indi eradan əvvəl yazmıram. Bunların hamısı eradan əvvəldir. Demək, burada hansının yerini dəyişməliyik ki, uyğunluq gözlənilsin? Birinci 673-dür, düz verilibdir. Sonra gəlib 650, daha sonra gəlibdir 653. Aha. Demək, burada 600 eradan əvvəldə böyük gəlməlidir birinci. 673 gəlib. Sonra gəlib 650. Yəni Manna hökmdarı üsyan nəticəsində öldürüldü. Ahşer öldürüldü 650-də. Sonra yazıb ki, mediada 28 illik İskit ağalı başlanır. O da eradan əvvəl 653-dür. Demək, bu bundan əvvələ keçib. 2 ilə 3-ün yerini dəyişəcək. 2 ilə 3-ün yerini dəyişəndə 653 gələcək bura, 650 bura. Daha sonra yenə 650 olacaq. Ən sondakı 625 olacaq. İndi deyərsiniz 4-lə 3 ikisi də 650 olacaqdır. Onda necə olacaq? Baxın, birinci üsyan nəticəsində Ahşer öldürülür. Daha sonra o ailə gəlir, ittifaqı bərpa eləyir. Ona uyğun biz birinci deyirik ki, 3 gəlir, sonra gəlir 4. 8-ə baxsaq, demək, biz uyğunluğu müəyyən edirik. Atropatina dövləti, Albaniya dövləti. Bu tip testlərdə biraz müəllimlər çətinlik çəkir. Demək, burada nədir məsələ? Baxın, Atropatinanın aşağısında fərqli qeyd olunub, Albaniyanın da aşağısında fərqli qeyd olunub. Bu o deməkdir ki, biz Atropatina dövlətinin Albaniyadan fərqi müəyyən etməliyik birin aşağısında. Albaniyanın da Atropatinandan fərqi müəyyən etməliyik. 3-də isə hər ikisi üçün oxşar cəhət götürməliyik. Baxaq, Atropatina dövlətinə deyir, Baryaks üsyanını yatırmışdı. Baryaks üsyanını biz bilirik ki, eradan əvvəl 327-də Atropat yatırır. Amma bu İskəndərin, belə deyək də, daha doğrusu Atropatın
dövlət yaratmamışdan öncəki fəaliyyətinə aiddir. Atropatina da o zaman dövlət deyildi. Ona görə götürmür. Bizdə şərtdən Atropatina dövlət deyil. Roma qoşunlarına qalib gəlmişdi. Aha. Atropatina demişdik Roma qoşunlarına qalib gəlib. Nə vaxt? Eradan əvvəl 53-cü ildə Karra döyüşündə Parfiyanın müttəfiqi kimi, sonra eradan əvvəl 36-cı ildə Fraspa döyüşündə elə yenə də Parfiyanın müttəfiqi kimi Atropatinaya qalib gəlibdi. Bu Albaniyadan fərqləndirirmi Atropatina? Bəlkə Albaniyada qalib gəlibdi. Albaniyada qalib gəlibsə, əgər biz bunu götürməyəcəyik Atropatinaya aid tək. Çünki bizdə fərqli lazımdır. Albaniyadan fərqli olmalıdır. Biz bunu həqiqətən də götürmürük. Niyə? Çünki Albaniya dövləti özü də Roma qoşunlarına qalib gəlib. Nə vaxt? 359-cu ildə Amit döyüşündə və Sasanilərin müttəfiqi kimi iştirak edib o döyüşdə qalib gəlmişdi. Albanlar da bu Roma qoşunlarına. Demək, Roma qoşunlarına qalib gəlmə Atropatina dövləti ilə Albaniya dövləti üçün oxşar cəhətdir. Əgər qədim dövlətlər versəydi, biz Atropatinanı Albaniyadan fərqli kimi götürərdik Roma qoşunlarına qalib gəlməsi. Amma burada ümumən qədim dövr və yaxud da müasir dövr nəzərdə tutulmayıbdır. Ümumi götürübdür burada Atropatina və Albaniya. Dövr olaraq verilməyib deyə fərqli dövrlərdə olsa da hər ikisi Roma qoşunlarına qalib gəlibdir. Ona görə bu oxşardır, fərqli də olmalı deyildi. C-yə baxsaq, eradan əvvəl 2-ci əsrdə müstəqillik bərpa etmişdi. Bu Atropatinaya aiddir. 3-cü əsrdə eradan əvvəl 223-də Selevkilərdən asılı hala düşür, müstəqillik itirir. Eradan əvvəl 190-da isə Magneziya döyüşündə Roma qoşunları Selevkiləri məğlubiyyətə uğratdıqdan sonra müstəqillik bərpa edir. Demək, 1-ə C-ni götürdük. 2-yə Albaniyanın Atropatinanın fərqinə baxırıq. Ərazisində Kaspi tayfaları yaşamışdı. Bu da fərqli deyil. Həm Albaniya, həm Atropatina üçün oxşardır. Ümumiyyətlə, həm Albaniyada, həm Atropatinada yaşayan tayfalar Kaspi, Kadusi, Sak tayfalarıdır. B-yə baxsaq, hökmdarı Bağdada gedərək Əməvilər sülaləsi ilə diplomatik əlaqələr yaratmışdı. Bu da yanlışdır. Albaniya dövlətinin hökmdarı Cavanşir 667-670-ci illərdə Bağdada yox, Dəməşqə gedib Əməvilərlə, müavinə ilə görüşərək onunla diplomatik əlaqə yaratmışdı. Onda da Bağdad yox idi. Bağdad 762-dən salınacaqdı. Dəməşqə getmişdi. Dəməşq. Sonra 3-ə baxsaq, Xəzərlərə qalib gəlmişdi. Bəli, Albaniya Xəzərlərə qalib gəlmişdi. Eradan əvvəl 662-də Kür döyüşündə. Bu da onu Atropatinadan fərqləndirir. Demək, 1-ə C, 2-yə C oldu. 3-ə baxsaq, oxşar cəhətdə hər iki dövlətin. Sasani dövlətinin tərkibində olmuşdu. Bu yanlışdır. Ərazi olaraq həm Atropatina, həm Albaniya Sasanilərin tərkibində olub. Amma bizdən dövlətlər dediyi üçün Albaniya dövləti deyə bilərik. Sasanilərin tərkibində olmuşdu. Amma o zaman Atropatina dövləti mövcud olmadığı üçün deyənməli Sasani dövlətinin tərkibində olmuşdu. Çünki Atropatina eramızın 20-ci illərində artıq Parfiya tərəfindən varlığına son qoyulmuşdu. Ərazi olaraq desəydi götürərdik. Dövlət deyə götürmürük. B-yə baxsaq, eradan əvvəl 1-ci əsrin ikinci yarısında Roma Respublikasına məğlub olmuşdu. Eradan əvvəl 1-ci əsrin ikinci yarısında Roma Respublikasına məğlub olmuşdu. Eradan əvvəl 1-ci əsrin ikinci yarısı deyəndə eradan əvvəl 50-ci ildən eradan əvvəl 1-ci il daxil götürülür. 36-da biz bilirik ki, Kanedi 36-da getdi, 1-ci Gürcüləri tabe etdi. Sonra isə gəldi 36-da Zoberi məğlub edib tabe etdi özünə Albaniyanı. Roma sərkərdəsi, yəni Roma Respublikasına aid idi bu. Tabe etdi Albaniyanı 36-da Zoberi. Bir də eradan əvvəl 38-ci ildə Atropatina Parfiya qüvvələrini Antoni məğlub edir. Hindarx döyüşündə eradan əvvəl 38-ci ildə. Yəni eradan əvvəl 1-ci əsrin ikinci yarısında Roma Respublikasına məğlub olmaları həm Atropatina, həm Albaniya üçün oxşar cəhətdir. 3-ə B-ni götürdük. Yerli hökmdarın adından pul kəsilmişdi. Bu da yanlışdır. Çünki demişdik ki, Albaniyada eradan əvvəl 3-cü əsrin birinci yarısından yerli hökmdarların adından pul kəsilib, amma Atropatinada yerli hökmdarın adından pul kəsilməyib. Amma hər ikisi dövlətdə Makedoniyalı İskəndərin adından pul kəsilib və Makedoniyalı İskəndərin pullarından istifadə edilir. Amma yerli pul məsələsinə qalsa, yalnız Albaniyadadır. Eradan əvvəl 3-cü əsrin birinci yarısından başlayaraq. Burada cavab oldu 1C, 2C, 3B. C, C, B, 1C, 2C, 3B A variantındadır. 9-cu suala baxsaq, səbəb nəticə əlaqəsinin yanlış verilmədiyi sıraları müəyyən edin. Yəni düzləri istəyir bizdən.
Deyir sənətkarlığın inkişaf etməsi, ikinci ictimai əmək bölgüsünün baş verməsi, yanlış verilmədiyi deyirsə, yanlış verilmədiyi sıraları müəyyən edin. 2. Əmək fəaliyyətinin baş verməsi, insanların heyvanlar aləmindən birdəfəlik ayrılması. Bəli, əmək fəaliyyəti nəticəsində insanlar heyvanlar aləmindən birdəfəlik ayrılmışdır. Bu doğru fikirdir, kitab cümləsidir. Dəri emalının inkişaf etməsi, bacarıqlı insanın dəridən müxtəlif ayaqqabılar hazırlanması. Baxın, dəri emalı, dəri işləmə sənəti artıq neolit dövründən meydana gəlmişdi. Neolit dövründə də inkişaf etmişdi, belə deyək. Amma bacarıqlı insan neolit dövründə yox idi. Bacarıqlı insan artıq paleolitin ortalarında artıq yerini vermişdi Neandertal insana. Neandertal insan da artıq paleolitin sonlarında verəcək ağıllı insana. Yəni dəri işləmə sənəti, dəri emalının inkişafı artıq bacarıqlı insanla bağlı olan hadisə idi. Nə idi? Bacarıqlı insan nə idi? Ağıllı insana aid olan bir faktdır. Bacarıqlı insana aid deyil. Ona görə 3 yanlışdır. 4-ə baxsaq, ovçuluq və yığıcılığın ikinci dərəcəli təsərrüfat sahəsinə çevrilməsi əkinçilik və maldarlığın əsas sahəyə çevrildi. Bu da yanlışdır. Çünki əkinçilik, maldarlıq birinci neolitdə əsas sahəyə çevrilir. Nəticəyə baxın. Daha sonra eneolit dövründə ondan sonraki mərhələdə ovçuluqla yığıcılıq eneolit dövründə çevriləcək ikinci sahəyə. Yəni birinci əkinçilik, maldarlıq əsas sahə olur, sonra ovçuluq, balıqçılıq, yığıcılıq bunlar ikinci sahəyə çevrilir eneolit dövründə. Yəni burada nəticənin yeri əslində əvvəldə olmalı idi. 4 ona görə yanlışdır. Yəni dövrlər də fərqlidir. 5-ə baxsaq, əkinçilik, maldarlıqdan ayrılması, insanların oturaq həyata keçməsi. Bu da yanlış fikirdir. Çünki əkinçilik maldarlıqdan ayrılır Tunc dövründə, erkən Tunc dövründə, birinci ictimai əmək bölgüsünə görə insanlar oturaq həyata keçir neolit dövründə. Yəni bunlar uyğun gəlmir bir-birinə. Ona görə burada cavab nə olacaq? Cavabımız buradan səbəb nəticə əlaqəsinin yanlış verilmədiyi, yəni düzləri götürürük. Düzdürmü bu? Biz düzləri müəyyən etməliyik. Burada da düz əmək fəaliyyətinin baş verməsi, insanların heyvanlar aləmindən ayrılması. Biri bir dəfələr ayrılması, biri 2-dir dedik. Düzün biri 2-dir. Aha, 2-dir. Biri də biz biri oxuduq. Sənətkarlığın inkişaf etməsi, ikinci ictimai əmək bölgüsünün baş verməsi. Bəli, biri də elə cavab 1-dir. Sənətkarlıq inkişaf etdi, ikinci ictimai əmək bölgüsü baş verdi. Sənətkarlıq digər sahələrdən ayrılıb, yəni əkinçilik və maldarlıqdan ayrıldı, sənətkarlıq müstəqil oldu. Bu da doğru fikirdir. Cavab 1-lə 2 olacaq burada. Düzgün yanlış verilmədiyi deyir, yəni düzləri götürməliyik. Yanlış verilənləri soruşsaydı 3, 4, 5-i götürəcəyik. Amma burada yanlış verilmədiyini istəyir. Yəni düzləri istəyir, biz də düzü götürürük A variantı. Ona baxsaq, hadisələrdən neçəsi Çində Xan və Sin sülaləsinin dövrü üçün oxşar cəhətdir. Mete Tanhuya qarşı mübarizə aparmışdılar. Baxın, biz deyirdik ki, Sin sülaləsi eradan əvvəl 221-ci ildə Çini vahid halda birləşdirdi. Eradan əvvəl 206-da Xan sülaləsinin hakimiyyətə gəlməsinə qədər davam etdi. 206-da artıq Xan sülaləsi hakimiyyətə gələcək. Deyir, Mete Tanhuya qarşı mübarizə aparmışdı. Mete Tanhu gəlmişdi eradan əvvəl 209-da hakimiyyətə. Eradan əvvəl 174-də kimdə hakimiyyətdə olubdu. Demək, Çində Mete'nin hakimiyyəti həm Xanın dövrünə düşür, həm də Sinin dövrünə düşür. Mübarizədə o dövrdə olubdu. Demək, bu oxşardır. Mete Tanhuya qarşı mübarizə aparılması. Böyük Çin səddi inşa edilirdi. Baxın, Böyük Çin səddi demişdik, başlayıb tikilməyə eradan əvvəl 214-də Çin sülaləsinin dövründə. Amma bu minilliklərlə deyirdi ki, davam edir. Yəni Sinin dövründə də başa çatmayıb bunun tikintisi. Xanın dövründə də davam edir. Burada nə yazıb? Böyük Çin səddi inşa edilirdi. Edilməyə başlayırdı demir ki, edilməyə başlasaydı desəydi, hə, Sinin dövrünə götürərdi. Edilir desə bu Sin sülaləsində dövründə inşa edilirdi. Xanın da dövründə davam edirdi edilməsi. Bu da doğru fikirdir. Xalq üsyanları baş vermişdi. Xalq üsyanları. Baxın, çıxışların baş verməsi biz deyərdik. Nədir bu? Xanın dövründə, amma sırf xalq üsyanlarının geniş miqyasda baş verməsi bu Sin sülaləsinin dövründə, nədir bu? Xan sülaləsinin dövründədir. Çıxışların baş verməsi isə, çıxışlara qarşı mübarizənin aparılması isə Çində bu həm Xan, həm də Sin üçün oxşar cəhətdir. Amma xalq üsyanları
e, nədir bu? Han sülaləsinin dövründədir. Ümumiyyətlə Çinin xalqa çevrilməsi Han sülaləsinin dövründədir. Geniş işğalçı siyasət aparmışdı. İşğalçı siyasəti xan aparmışdı. Erdnəv 3-cü əsrdə hakimiyyətdə olmuşdu. 3-cü əsrdə deyirik ki, həm xan, həm Sin 3-cü əsrdə hakimiyyətdə olubdu. Biri 221-dən 206-ya, digəri isə 206-dan bizim İran 3-cü əsrdən kimi olub hakimiyyətdə. Bu da 3-cü əsrdə düşür. Temon Tanhuya qarşı mübarizə aparması, bax Temon Tanhuya qarşı mübarizəni götürənməli. Çünki Temon Tanhu eradan əvvəl 209-da onun hakimiyyəti başa çatır. 209-da da xan yox idi. Hələ xan gələcək 206-da. Demək burada cavab olur. Oxşar cəhət neçəsi oxşar cəhətdir? Biri 1, biri 2, 3 oxşar deyil, 4 oxşar deyil, 5 oxşardır. Temon Tanhuya qarşı mübarizə də oxşar deyil. 3 dənə oxşardır burada. Hər iki sülalə üçün oxşardır. C variantı. Demək 11-ci sualda bizdən Venn diaqramında biz burada hökmdarlar verib, hökmdarlara aid oxşar cəhətləri istəyir. Artabast verib, sonra Zober, Oroyus, Kozis. Demək 1-də Artabazla Zober, 2-də Zoberlə Oroyus, 3-də isə Oroyusla Kozisin oxşar cəhət götürməliyik. Eradan əvvəl 1-ci əsrin 30-cu illərində Roma ordusu ilə mübarizə aparan Artabazla Zoberdir. Atropatina da Artabaz idi, Zoberdə 36-da dedik. Eradan əvvəl 36 belə deyək də. Artabaz Antoniya qarşı mübarizə aparmışdı, Atropatina hökmdarı kimi. Zoberdə Albaniya hökmdarı kimi 36-cı ildə Antonin sərkərdəsi Kanediyə qarşı mübarizə aparmışdı. Artabaz qalib gəlmişdi, bu isə məğlub olmuşdu. Zober isə məğlub olmuşdu. Demək, biri A-nı götürdük. Biri oldu A. Albaniya hökmdarı olmuşdu. Albaniya hökmdarı olması Zoberlə Oroyus üçün oxşar cəhətdir. B-yə götürəcəyik, çünki Kozis sərkərdə idi, hökmdar deyildi. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında iştirak etdiyi döyüşdə məğlub olmuşdu. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında iştirak etdiyi döyüşdə. 1-ci əsrin 1-ci yarısı dedik ki, 100-cü ildən, eradan əvvəl 100-cü ildən 50-ci ilə kimi, 51-ci ilə il daxil 1-ci əsrin 1-ci yarısıdır. İştirak etdiyi döyüşdə məğlub olması, o da götürərik 3-ə. Kozislə Oroyus'a. Çünki Oroyus eradan əvvəl 66 Kür döyüşündə məğlub olur. Kozis də eradan əvvəl 65-ci ildə Qanaq döyüşündə məğlub olur. İkisi də Romalılara məğlub olur. C-ni götürdük 3-ə. Roma imperatoruna məğlub olmuşdu. Ümumiyyətlə, bunların heç biri Roma imperiya dövrünə düşmür. İmperiyada deyilsə Roma. Demək, orada imperator yoxdur. D-ni götürməliyik. Keçmiş müttəfiqindən imtina etmişdi. Keçmiş müttəfiqindən imtina edən Artabazdı, imtina edibdi Parfiyadan. Amma burada sırf Artabazda aid biz götürmürük də, həm də Zoberə aid götürürük deyə. Yəni bunu Zoberə də aid edə bilmirik deyə məcbur bu keçmiş müttəfiqindən imtina etməsin, heç birini götürməyəcək. Çünki burada oxşar cəhətlər götürülməlidir. Tək cəhətlər yox. Tək olsaydı E-ni götürərdik Artabazda. Amma bu vəziyyətdə götürənməliyik. Ona görə cavab olacaq 1-də A, 2-də B, 3-də C. A, B, C-də hardadır B variantında? 11-ə baxsaq, deyir, eradan əvvəl 1-ci minilliyin ikinci yarısına aid uyğunsuzluğu müəyyən edin. 12-də. 1-ci minilliyin ikinci yarısı deyirsə, yenə də eradan əvvəl olduğu üçün 1000-ci ildən 1-ci minillik deyir də 501-ə kimi hadisələr götürüləcək eradan əvvəl. Hindistanda yad düşmən qula deyirlər götürərik. Yunanistanda stil yazmaq üçün idi, qələm idi götürərik. Romada tribun seçilməyə başlamışdı. Eradan əvvəl 1-ci minilliyin ikinci yarısından, yəni 5-ci əsrdən 5-ci əsrdə eradan əvvəl 1-ci minilliyin ikinci yarısına düşür. Uyğunsuzluq deyirdi. Burada birinci sırada uyğunluq pozulmuyor. Götürərik. Uyğunluq pozulmuyor. Bizə uyğunluğun pozulduğu variantlar lazımdır. Daş darvaza eradan əvvəl 1-ci əsrdə Yunanistanda götürərik. Uyğunluq gözlənilib. 1-ci əsrdə düşür. 1-ci minilliyin ikinci yarısına. Teatr Yunanistanda götürərik. Padşah bunu götürməliyik. Çünki padşah eradan əvvəl padşahlıq dövründə idarə edib də Romanı, düzdürmü? Padşah artıq padşahlıq dövründə qalmışdı. Padşahlıq dövründə eradan əvvəl 509-da başa çatır. 509-da 1-ci minilliyin birinci yarısındadır. Bizdən 1-ci minilliyin ikinci yarısını istəyir. Ona görə burada uyğunsuzluq yarandı. 2 uyğunsuzdur.
Sonra 3. Vahid dövlət Hindistanda eradan əvvəl 3-cü əsrin ikinci yarısı. Düzdür. Xalq inqilabı Yunanistanda var. 1-ci minilliyin ikinci yarısına. Vətəndaş müharibəsi də Romada var. Götürərik C-ni. Uyğunluq pozulmayıb. 4. Zevs Hindistanda. Ümumiyyətlə Zevs yox, Yunanistanda olub. Demək, burada da uyğunluq pozulubdur. Strateg Yunanistanda olub, gladiatorda olub, amma Zevs pozdu burada. 4. 5-ə baxsaq, 4 şir heykəli Hindistanda olub, düzdür. Yupiter Yunanistanda yox, Yupiter Romada olmuşdu. Ona görə 5-i də götürmürük. Aqrar statlarda Romada olmuşdu, amma yenə burada Yupiter pozduğu üçün götürmürük. Deməli, uyğunluq pozulub burada 2-də, 4-də, 5-də. A variantı. 13-ə baxsaq, uyğunluğu müəyyən edin. Səbəb nəticə. Şumerdə hərbi başçıların nüfuzunun artması, Şumer şəhərlərin şəhər dövlətlərinə çevrilməsi doğrudur. Hərbi başçıların nüfuzu artırdı, şəhər dövlətlərinə çevrilirdi. Çində Xan sülaləsinin yeritdiyi daxili siyasət, Xan sülaləsinin yeritdiyi daxili siyasət 1 və 2-ci əsrdə xalq üsyanlarının baş verməsi. Bu da doğrudur, bəli. Xalq üsyanlarının səbəblərindən biri də həmin o Xan sülaləsinin yeritdiyi daxili siyasətdə olan sərt siyasət idi ki, həmin o siyasətdə gətirib xalq üsyanlarına səbəb olmuşdu. 2 doğrudur. 3. Kutləri Mesopotamiyanı özünə tabe etməsi. 2 sayəsində daxil çəkişmələrin güclənməsi. Əksinə, Kutilər Mesopotamiyanı özünə tabe etdikdən sonra orada vəziyyət yaxşılaşmışdı. Ara çəkişmələrə son qoyulmuşdu. Daxil çəkişmələrə son qoyulmuşdu. 4. Çinlilərin tez-tez Hunlar üzərinə yürüşlər etməsi, böyük Çin səddinin inşa edilməsi. Bu yanlışdır, heç baxanda düz kimi görsənir. Çinlilərin yox, Hunların Çinlilər üzərinə tez-tez yürüş etməsindən sonra məhz böyük Çin səddi inşa edilmişdi. Ona görə burada bu fikir yanlışdır. 5-ə baxsaq, qırmızı qaşlar üsyanının baş verməsi, Çində Xan sülaləsinin hakimiyyətinin başa çatması, bu da yanlışdır. Çünki Çində qırmızı qaşlar 1-ci əsrdə baş verir bu üsyan. Xan sülaləsinin hakimiyyəti başa çatır 3-cü əsrdə. Sarı-sarıqlar desəydi götürə bilərdik. Demək, uyğunluq gözlənilib 1-ilə 2-də. 14-cü sual. Qədim Yunanistanın yerində əvvəl 6-cı əsrdən fərqli olaraq 5-ci əsrinə aiddir. Yoxsullar vətəndaş hüququ əldə etdilər. 6-cı əsrdə əldə etmişdilər. 5-ci əsrdə yox. 1-i götürmürük. Yəni Solon islahatları ilə. Afina dəniz ittifaqı yaradıldı. Afina dəniz ittifaqı, bəli, 5-ci əsrdə yaradılmışdı. Yunan-İran müharibələrinin gedişində. Götürərik, 6-cı əsrdə yox idi bu. 2-ni götürdük. Demokratiyanın əsası qoyuldu. Demokratiya 6-cı əsrdə qoyulmuşdu. Bunu götürmərik. Çünki bizə 5-ci əsrdə lazımdır. Xalq inqilabı ali hakimiyyət orqanı idi. Xalq inqilabı ilə 6-cı əsrdə də ali hakimiyyət orqanı idi. 6-cı əsrin sonundan etibarən biz demişdik bunu. 4-ü də götürməliyik. Çünki 5-ci əsrə aid istəyir. Yoxsul vətəndaşlara vəzifəyə görə əmək haqqı verildi. Baxın, bunu götürəcəyik. Çünki biz dedik, yoxsul vətəndaşlara Pereklin dövründən əmək haqqı verilməyə başladı. O da 6-cı əsrdə fərqli olaraq 5-ci əsr Yunanistan tarixinə aiddir. Deməli, cavab olacaq 2 Afina dəniz ittifaqının yaradılması, bir də yoxsul vətəndaşlara vəzifəyə görə əmək haqqı verilməsi. Yəni 2-5. Yalnız 2-5. 2-4-5 də var. 1-2-5 də var. 2-3-5 də var. Yəni diqqətli olmaq lazım ki, digər variantları rahatlıqla çıxıb tam cavabı tapasan. 15-ə baxsaq, xəritəyə əsasən uyğunluğu müəyyən edin. Xəritədə 6 Aralıq dənizinin şərq sahilləridir, təxmini Fələstindir. 1 Misirdir, 4 Makedoniya, 3 Yunanistan, 5 Karfagen, indiki Tunis, 7 Siciliya, 2 İtaliya. Deyir 1-3-6 Makedoniya hökmdarı İskəndər tərəfindən işğal edilmişdir. 1 Misir, 3 Yunanistan, 6 Fələstin. Baxın, 1 ilə 6-nı deyə bilərik İskəndər tərəfindən işğal edilmişdi, amma 3 burada Yunanistandır ki, Yunanistanı İskəndər yox, onun atası 2-ci Filip işğal etmişdi. Ona görə A yanlışdır. Bizdən düzləri istəyir. B-yə baxsaq, 5-7 Roma Respublikasının işğalına məruz qalmışdı. Demək, 5-7 burada 5 dedik Karfagendir, 7 Siciliyadasıdır. Bəli, Roma Respublikasının işğalına məruz qalıb. Eradan əvvəl 2-ci əsrdə elə bu Roma nədir?
Roma-Kartagen müharibəsi nəticəsində işğal edilmişdi ikisi də Roma Respublikası tərəfindən. Həmçinin burada Sardiniyadır, Korsik adaları bunlar da işğal edilmişdi. B düzdür. Sonra C-yə baxsaq 3-4. Eradan əvvəl 2-ci əsrdə Roma tərəfindən işğal edilmişdi. 3-4. 3 burada Yunanistan, 4 Makedoniya. Eradan əvvəl 2-ci əsrdə Roma tərəfindən işğal edilmişdi. Bu da doğru fikirdir. Həm Makedoniyanı, həm də ki Yunanistanı Roma 146-cı ildə işğal etdi. Roma Respublikası. C də doğrudur. 2-3. 2 dedik ki, burada İtaliyadır, 3-də Yunanistandır. Eradan əvvəl 1-ci minilliyin ikinci yarısında iki təbəqə arasında mübarizə başlamışdı. 1-ci minilliyin ikinci yarısında iki təbəqə arasında mübarizə. İki təbəqə deyəndə bu yoxsullarla varlılar nəzərdə tutulur ki, məsələn Yunanistanda demosla aristokratlar idi. Bunlar demosla aristokratlar arasında mübarizə eradan əvvəl 7-ci əsrin sonunda başlayır. 7-ci əsrin sonunda 1-ci minilliyin birinci yarısı. Bizdən ikinci yarısında deyirik ki, təbəqə arasında mübarizə başlamışdı. Bu yanlışdır. Amma Romada plebe ilə patris arasında mübarizə başlamışdı. Demək, nə vaxtdan? Orada da elə başlamışdı 6-cı əsrin sonlarından. Yəni padşah respublika dövrü başlayandan, yəni 509-cu ildən. Yəni həm Romada, həm də ki Yunanistanda iki təbəqə arasında mübarizə başlayıbdı. 1-ci minilliyin birinci yarısında, ikinci yarısında yox. Yəni Yunanistanda başladı eradan əvvəl 7-ci əsrin sonunda, Romada da 6-cı əsrin sonunda. Bu da 1-ci minilliyin birinci yarısıdır. İkinci yarısı deyil. Burada ikinci yarısı qeyd olunub. Səhvdir fikir. E-yə baxsaq 1-3. Əhəməni dövləti ilə döyüşdə məğlub olmuşdu. 1 Misir, 3 Yunanistan. Bəli. Həm Misir, həm də Yunanistan Əhəməni dövləti ilə döyüşdə məğlub olub. Yunanlılar dedi Fermopil döyüşündə məğlub olub. Misirlər isə 525-də Pelusiya döyüşündə məğlub olmuşdu. Bu da doğru fikirdir. Bizdən düzləri istəyirdi. Düzlər də olacaq. B, C, Y. B, C, Y də variantında. 16-cı testdə xəritəyə əsasən düzgün fikirləri istəyir. Demək, burada deyir, Erkin Tunc dövrünə aid Sərkərtəbə ibadət evinin yerləşdiyi ərazidir. Sərkərtəbə biz dedik ki, yerləşirdi harda? Xaçmazda. Xaçmazda bu hissədədir. Heç verilməyib, ona görə anı götürməyəcəyik heç birinə. Damcılı mağarasının yerləşdiyi ərazidir. Damcılı burada Qazaxdır. 1-ə götürəcəyik. 1-ə C-ni. 1 olacaq C. Sonra, məsələn, deyir C-də Nərgiztəpə müdafiə tikilişinin yerləşdiyi ərazidir. O olacaq 3-də, yəni Xocabənddə. 3-ə olacaq C. 1-ə olacaq B. Göytəpə ilkin şəhər mərkəzinin yerləşdiyi ərazidir. Göytəpə ilkin şəhər mərkəzi Urmiyada yerləşir ki, o da heç bu xəritədə yoxdur. Göytəpə şəhər mərkəzi yox. Neolit dövrünə aid tikili var. O 4-də yerləşir. Tovuzda. Amma şəhər mərkəzi Urmiyadadır. O da burada yox deyə götürmürük. D-ni heç birinə. Bu ərazidə tapılan qəbirlər bərabərsizliyin dərinləşdiyini, ibtidai icma quruluşunun dağılmasını göstərdi. Bu da Kurqonlarla bağlıdır ki, demişdik Oğuzda Kərimdə Kurqondu, Xocalı Kurqondu. Bunlar bərabərsizliyin dərinləşdiyini göstərir. O da Oğuzda yerləşən Kərimdə Kurqonu, yəni 2-dir ki, Oğuz qeyd olunub. 2-yə götürəcək nəyi? E-ni. Sonra yazıb Zar mağarasının yerləşdiyi ərazidə. Zar mağarası 5-dədir, Kəlbəcərdə. Neolit dövrünə aid heyvan sümükləri, əmək alətləri tapılmışdı. Bu da 4-də Tovuzda deyirdik, Göytəpədən tapılmışdı. 4-də də Ə-ni götürdük. Demək, burada 1-ə oldu B, 2-yə oldu Y, 3-ə oldu C, Nərgiztəpə, 4-də oldu Ə. Yəni Tovuza 5-ə də oldu F variantı. Zar mağarasının yerləşdiyi ərazi ikən Kəlbəcər. O da cavab D-dədir. 17-ci suala baxsaq, Albaniya dövlətinin Atropatenə dövlətindən fərqləndirən cəhətlər sırasında verilə bilməz. Fərqləndirən cəhətlər sırasında verilə bilməz deyirsə, deməli oxşarlar götürülməlidir. Yazıb eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Roma qoşunlarına qarşı mübarizə aparmışdı. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Roma qoşunlarına qarşı mübarizə
Həm Atropatenada var, həm də Albaniya dövlətində var. Elə bayaqdan deyil. Karra döyüşü, bayaq da elə Qanıq döyüşünü deyə bilərik ki, Atropaten Alban qüvvələrinin mübarizə aparıb Roma qoşunlarına qarşı. Fərqləndirən cəhətlər sırasında verilənməz deyirsə, oxşar götürməliyik. Bu da oxşardır. Götürdük biri. Sasani dövlətinə tabe olmuşdu. Onu bayaq dedik ki, Atropatena dövləti Sasani dövlətini görməyib. İkinci götürməyi ərazi olaraq tabe olmuşdu. Kanedinin qoşunlarına məğlub olmuşdu. Kanedin qoşunlarına məğlub olması Atropatena dövlətinə aiddir. Fərqləndirir. Paytaxt dəyişikliyi etmişdi. Atropatena etməyibdi. Ona görə 4-də götürməli. Yunan tarlalarına sitayiş edilmişdi. Hər ikisi edibdi. Həm Atropatena, həm də Albaniya. Bizdən oxşarları istəyirdi. Cavab olacaq 1 ilə 5. Variant. Yəni fərqləndirən cəhətlər sırasında verilənməz deyilsə oxşar istəyir. Sonra keçək 18-ə. Demək deyir, hökmdarlara aid uyğun variantı müəyyən edin. Burada A qeyd olunub. Yəni burada A-nın yerinə hökmdarı qoyacaq. Aşağıdan isə 2-yə həmən hökmdara aid xüsusiyyət tapmalıyıq. Məsələn, birinci baxaq görək buradakı fikirlər hansı hökmdara aiddir? Romalılarla müqavilə imzalamışdı. Yerində və 1-ci əsrin 2-ci rübündə Roma qoşunlarına məğlub olmuşdu. Aha. Roma qoşunlarına məğlub olsun, bir də Romalılara müqavilə imzalayan hökmdar. Artabaz Romalılara qalib gəlib. Bunu qoyanməliyik ümumiyyətlə. Bizdən hökmdar istəyir. Kozis sərkərdə olub. Üçü də qoyanməliyik. Bir də 1-ci əsrin 2-ci rübündə Roma qoşunlarına məğlub olan deyir. Oroyusu götürə bilərik, Zoberi götürə bilərik. Zoberi çünki nədir bu? 1-ci əsrin 3-cü rübündə məğlub olmuşdur Roma qoşunlarına. Bir dənə qaldı Oroyus. Deməli hökmdarımız Oroyusdur. 2-ni qoyduq bura A-nın yerinə. İndi 2-ni qoyandan sonra aşağıda biz A-nın yerinə 2-ni qoyandan sonra 2-yə də Zoberi Oroyusa aid xüsusiyyət tapmalıyıq. Yazıb Qanıq döyüşündə ölümcül yaralandı. Bu Kozis'ə aiddir. Götürmürük. Roma sərkərdəsi ilə döyüşdə məğlub olmuşdu. Bəli, B-ni götürə bilərik. Oroyus, məsələn, Roma sərkərdəsi Pompey ilə döyüşdə, Kür döyüşdə məğlub oldu. 2-yə B-ni götürürük. Parfiya dövlətdə müttəfiq idi. Oroyus Parfiya ilə müttəfiq olmayıb. Fraspa döyüşündə qalib gəlmişdi. Artabazda aiddir o. Roma ilə müttəfiq olacağına söz vermişdi. O da Zoberə aiddir ki, 36-da Roma ilə müttəfiq olacağına söz verir. Demək, A-ya qoyduq 2-ni, yəni Oroyusu. 2-yə də qoyduq B-ni. A-ya 2, 2-yə B. A-ya 2, 2-yə B də C variantı. 19-a baxsaq, 1-ci Tutmosdan fərqli olaraq 3-cü Tutmos və 2-ci Ramzes qeyd olunub. 1-ci Tutmosdan fərqli olaraq 3-cü Tutmos deyir, Misirin sərhədləri Fərat çayına kimi çatırdı. Misirin sərhədləri ilk dəfə 1-ci Tutmosun dövründə Fərata kimi çatdı, Fərat çayına kimi. Amma 3-cü Tutmosun dövründə Fərat çayına kimi çatırdı. Bu oxşardır. Finikiya tabe edildi. 3-cü Tutmosun dövründə bəli Finikiya tabe edilir. Aralıq dənizinin şərq sahillərinin işğalçı yürüşlər deyirik. Onu elə 1-ci Tutmos deyilib, 3-cü Tutmos deyilibdir. Həmçinin 2-ci Ramzes deyilibdir. Yer üzündəki Tanrının yer üzündəki təmsilçisi hesab edilirdi. Hər ikisi ümumiyyətlə Misir fironları hakimiyyət Tanrıdan verildiyini inanırdılar və yer üzündəki də nümayəndəsi hesab olunurdu. Bu da oxşardır. Biz bunu cavab kimi götürəmədik. Bir də fərqli lazım. İndi 1-ci Tutmosdan fərqli olaraq 2-ci Ramzesə baxsaq, imzaladığı müqaviləyə əsasən Fələstin, Finikiya, Cənubi Suriya hakimiyyəti altında qalmışdı. İmzaladığı müqaviləyə əsasən Fələstin, Finikiya, Cənubi Suriya hakimiyyəti altında qalmışdı. Bu doğrudur. Hitlerlə imzalanan müqavilədən gedir söhbət. Vəfatından sonra Misirin ön Asiyada mövqeyi ilk dəfə zəifləməyə başladı. Bu yanlışdır. Misirin ön Asiyada mövqeyi zəifləməyə başlayıb ilk dəfə 3-cü Tutmosun dövründən başlayaraq. 2-ci Ramzesin dövründə də ölümündən sonra artıq mövqeyi zəifləməyə başlayır Misirin. Amma burada ilk dəfə söz var. Ona görə yox. Çünki 3-cü Tutmosdan da sonra zəifləməyə başlamışdı. Baxsaq burada nəyə? Eradan əvvəl 2-ci minillikdə hakimiyyətdə olmuşdu. Ramzes də 2-ci minillikdə hakimiyyətdə olubdu. 1-ci Tutmosda olubdu. Ona görə götürmürük. Kiçik Asiyadakı üsyanları yatırdıqdan sonra ön Asiyaya yürüşlər etmişdi. Bu da yanlışdır. Çünki Kiçik Asiya yox, Afrikadakı üsyanları yatırıb ön Asiyaya yürüşlər edir. Demək, biri oldu burada B, 2 oldu A variantı. 1 B, 2 A variantındadır. 20-ci suala baxsaq. Eradan əvvəl 3-cü əsrin 2-ci yarısı Çin tarixindən fərqli olaraq Hindistan tarixinə aiddir. Demək, eradan əvvəl 3-cü əsrin 2-ci yarısından Çin tarixindən fərqli olaraq Hindistan tarixinə aid xüsusiyyət götürməliyik.
İlk dəfə vahid halda birləşdirilmə Çin tarixinə aiddir, Hindistan tarixinə də aiddir. Burada oxşardır, bizə fərqli lazımdır. Dəmir emal edilirdi, hər ikisində edilirdi. Çində biz deyirik ki, 6-cı əsrdən başlayaraq emal edilirdi. Eradan əvvəl Hindistanda da 11-ci əsrdən başlayaraq emal edilirdi. Burada da 3-cü əsrdə emal edilməsi oxşardır. Makedoniyalıların yürüşünə məruz qalmışdı. Makedoniyalıların yürüşünə həm Çin ümumiyyətlə qalmayıb, Hindistan 4-cü əsrdə qalıbdı. Hunların yürüşünə qarşı Çin səddi inşa etməyə başladı. Hunların yürüşünə qarşı Çin səddi Çinə aiddir, Hindistana aid deyil. Sütunlar inşa edilmiş 4 şir heykəli mövcud olmuşdur. Yox, burada bizdən nə deyir? Bizdən 3-cü əsrdə eradan əvvəl 3-cü əsrin ikinci yarısı Çin tarixinə fərqli olaraq Hindistan tarixinə deyil, düzdürmü? Dedik, vahid halda birləşdirməsi oxşardır, dəmir emal edilməsi oxşardır. Makedoniyanın yürüşünə məruz qalması 3-cü əsr yox, 4-cü əsrdir deyə Hindistana götürmürük. Bunların yürüşdə Çinə aiddir. E variantdır burada cavab. Sütunlar inşa edilmiş 4 şir heykəli mövcud olmuşdur. Bəli, Hindistanda biz deyirik Aşokan dövründə sütunlar inşa edilmişdi. Daşdan yonulmuş 4 şir heykəli də mövcud olmuşdu. O da Hindistan tarixinə aid. 3-cü əsrin ikinci yarısı. Cavab olur E variantı. 21-ci testdə müəllimlər, deməli bizdən deyir, səbəb-nəticə əlaqəsinin yanlış verilmədiyi sıraları. Burada da biz nəyi seçəcəyik? Düzgünləri. Yanlış verilmədiyi deyilsə düzgünü. Düzgün. Deyir, Dori tayfalarının Hindistana hücumu, Mikena mədəniyyətinin süqutu. Dorilər Hindistana yox, Dorilər 2-ci minillikdə Yunanistana hücum elədilər. Mikena mədəniyyəti süqut etdi. Mikena mədəniyyəti deməli yaranırdı eradan əvvəl 2-ci minilliyin ortalarında, süqut eləyirdi Dori tayfalarının Yunanistana yürüşü nəticəsində. Ari tayfalarının Yunanistana yürüşü Hind xalqının formalaşması. Bax, burada tərsinədir. Burada da Ari yox, Dori olmalı idi. Elə bir ki, Dorilər Hindistana yürüş eləmişdi, Arilər Yunanistana yürüş eləmişdi. Daha doğrusu Arilər Hindistana yürüş eləmişdi, Dorilər Yunanistana yürüş eləmişdi. İkisi də eləmişdi eradan əvvəl 2-ci minillikdə. Sonra vulkan püskürməsi, Krit mədəniyyətinin süqutu doğrudur. Şəhərdə su çatışmazlığının yaranması, Harappalıların öz şəhərlərini tərk etməsi bu yanlışdır. Çünki ümumiyyətlə belə bir fakt qeyd olunmuyubdur. Harappalıların öz şəhərlərini tərk etməsi haqqında. Ümumiyyətlə belə deyək də məlum deyil hələ qeyd edilən məlumata görə, yəni onların öz ərazilərini tərk etməsinin səbəbi məlum deyil. 5-ə baxsaq, Makedoniyalı İskəndərin şərqə yürüşü, elm mədəniyyətin yayılması, bu da doğru fikirdir. Makedoniyalı İskəndər hara gedibsə orada Yunan mədəniyyətini özü ilə aparıb yayıbdır. Birinci fikir yanlış oldu, ikinci fikir yanlış oldu, 3-4 doğrudur, 5 daha doğrusu 3 doğrudur, 4 yanlışdır, 5 doğrudur. Bizdən yanlış verilmədiyi, yəni düzgün istəyirdi, düzgün də 3-dür, də 5-dir, yəni C variantı. 22-ci testə baxsaq, deyir, aşağıdakı hadisələrdən neçəsi eradan əvvəl 6-cı əsrdə baş vermişdi? Aşağıdakı hadisələrdən neçəsi eradan əvvəl 6-cı əsrdə baş vermişdi? Buddizm dini meydana gəlmişdi. Buddizm dini, bəli, eradan əvvəl 6-cı əsrdə Hindistanda meydana gəlib, doğrudur. Afinada üsyan baş vermişdi, bu da doğrudur. Afinada üsyan eradan əvvəl 6-cı əsrdə baş verib, 6-cı əsrin sonunda. 6-cı əsrin əvvəlində belə deyək də, Solon islahatları nəticəsində tiraniya yaranan 6-cı əsrdə Afinada, 6-cı əsrin əvvəllərində, 6-cı əsrin sonunda Afinada üsyan baş verir. Bu üsyan nəticəsində tiraniya son qoyulur. Hindistanda dəmir emal edilməyə başlamışdı. Yanlışdır, Hindistanda yox, Çində desəydi 6-cı əsrdə deyərdi. Amma Hindistanda 11-ci əsrdə emal edilməyə başlamışdı. Patris və plebeylər arasında mübarizə başlamışdı. Patris və plebeylər arasında mübarizə, Patris ilə plebey arasında mübarizə, bəli, 6-cı əsrdə baş vermişdi. Bu Romadaydı. Dedik, Respublika dövrü qurulan zaman, yəni 509-da o da 6-cı əsrdə düşürdü. Afina Yunan elmi mərkəzinə çevrildi. O 5-ci əsrdədir. Götürməliyik bunu. Afinada aristokratların həyat və əmlakını qoruyan qanunlar qəbul edilir. Bu 7-ci əsrdədir. Afinada borc köləliyi ləğv olunmuşdu. Bu 6-cı əsrdədir. Solon islahatlarına görə əhaliyə torpaq payı verilmişdi. Əhaliyə torpaq payı verilməsini tələb edirdilər, amma verilməmişdi. Bu da yanlışdır. Deməli, 6-cı əsrdə baş verən hadisələr, eradan əvvəl 6-cı əsrdə baş verən hadisələr 1, 2-dir, 3-dür, bir də 4 dənə hadisə var burada. 1, 2, 3, 4 dənə hadisə 6-cı əsrdə baş veribdir. Qalanları 6-cı əsr tarixinə aid deyil.
Keçək 23-cü sual. Aşağıdakı fikirlər hamısının aid olduğu əraziləri müəyyən edin. Aşağıdakı fikirlərin hamısının aid olduğu ərazilər. Dövlət qurumları eradan əvvəl 3-cü minilliyin ikinci yarısında meydana gəlmişdi. Akkad dövlətinə qarşı mübarizə aparmışdı. Aha. Biz demişdik ki, bizim ilk dövlət qurumumuz Aratdadır. 3-cü minilliyin birinci yarısında meydana gəlib. Urmiya gölünün şərqində. 4 götürmürük onu. 3-cü minilliyin ikinci yarısında isə demişdik meydana gələn Lullubi, bir də Kuti-dir. Onlar da oxşar cəhət Akkad dövlətinə qarşı mübarizə aparması idi. Hər ikisi aparmışdı. Kuti 2-dədir, Lullubi də 5-dədir. Cavab 2 ilə 5 olacaq. Sonra keçək 24-də Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Demək, Misir, Şumer, Babil verilib burada. Çox tanrılı idi. Çox tanrılı olması bunların təbii ki, qədim dövlətlərini demişdik. Əksəriyyəti çox tanrılıdır. 4-də gedir hanı. Əhəməni hökmdarı 2-ci Kir tərəfindən varlığına son qoyulmuşdu. Əhəməni hökmdarı 2-ci Kir tərəfindən varlığına son qoyulan Misirdir. Daha doğrusu Misir deyil, Babildir. Çünki Misirə Kambiz son qoyub. 539-da 2-ci Kir Babilə son qoymuşdu. 539-da. Yəni 3-ə götürəcəyik B-ni. Turekkilər eradan əvvəl 2-ci minilliyin sonlarında ərazisində məskunlaşmışdılar. O da Babilistan ərazisi. Nədir bu? Babilistan ərazisidir, amma 2-ci minilliyin sonları qeyd olunub burada. Sonları yox, 2-ci minilliyin əvvəllərində məskunlaşmışdılar Babil ərazisində bu Turukkilər. Ona görə C variantını götürmürük biz. D-yə baxsaq, arfa musiqi alətini yaratmışlar. Bu Şumerlərə aiddir. D-ni götürdük 2-yə. Özünə məxsus heroqlif işarələr yaratmışdılar. Özünə məxsus heroqlif işarələri yaradan deməli Misir idi. E-ni götürdük 1-ə. Eradan əvvəl 2-ci minilliyin əvvəllərində Hitlərlə mübarizə aparmışdı. 2-ci minilliyin sonlarında mübarizə aparmışdı. O da Misirə aiddir. Amma 2-ci minilliyin sonlarına aiddir götürmürük. Burada əvvəlləri qeyd olunur. Demək, Turukkilər 2-ci minilliyin burada sonları qeyd olunub. Amma əvvəlləri məskunlaşmışdılar Babilistanda. Hitlər də 2-ci minilliyin əvvəlləri qeyd olunub. Sonlarında mübarizə aparmışdı Misirlə. Ona görə 1-ə olur cavab E, 2-yə D, 1-ə Y, 2-yə D, C, B, 4-ə A, yəni C variantı. 25-ci suala baxsaq, səbəb-nəticə əlaqəsinin düzgün verildiyi sıraları müəyyən edin. Qavqamela döyüşünün baş verməsi Midiya dövlətinin süqutu. Midiya yox, Əhəməni süqut eləmişdi. 3-cü Antioxun Atropatrena dövlətinə yürüş etməsi, Artabazın Selevkdən asılı qəbul etməsi. Artabaz yox, Artabazan olsaydı götürərdi, səhvdir. Eradan əvvəl 20-ci ildə Aryavasti vəfat etməsi, Atropatena sülaləsinin son qoyulması. Eradan əvvəl 20 yox, bizim era olmalı idi. Ona görə səhvdir bu. Şimal Azərbaycanda Albaniya dövlətinin yaranması, Makedoniya imperiyasının parçalanması. Bu da yanlışdır, çünki səbəblə nəticə yerini dəyişir. Birinci Makedoniya imperiyası parçalanır, daha sonra Albaniya dövləti meydana gəlir. 5-də Karra döyüşünün baş verməsi, Roma qoşunlarının məğlub olması doğru fikirdir. Demək, burada səbəb-nəticə əlaqəsi düzgün kimi yalnız 5-də verilibdir. 26-ya baxsaq, iri tayfa ittifaqlarının mövcud olduğu dövrə aid olmayan hadisələri müəyyən edin. İri tayfa ittifaqları biz deyirik ki, tayfa yaranır erkən Tuncdan, iri tayfa ittifaqları Orta Tuncdan. Biz indi Orta Tunc dövründən sonraki dövrə aid olmayanları götürməliyik. İkinci ictimai əmək bölgüsü Orta Tuncda da aiddir, götürməyəcəyik bunu. Bizə aid olmayanlar lazımdır. Əkinçiliyin maldarlıqdan ayrılması erkən Tuncdur, bunu götürəcəyik cavabda, çünki iri tayfa ittifaqları mövcud deyildi onda. Duluzçuluğun meydana gəlməsi mövcud deyildi, götürmürük. Qəbilə icmasının sona çatması erkən Tuncdu, götürmürük. Şərəfçiliğin meydana gəlməsi Orta Tuncdu, bunu götürəcəyik aid olduğu dövrə. Yəni, iri tayfa ittifaqlarının mövcud olduğu dövrdə 1 ilə 5 baş veribdir, 2, 3, 4 baş verməyibdir. Bizə baş verməyən lazım olduğu üçün 2, 3, 4 oldu cavab. Yəni, o dövrə aid olmayan. O da Orta Tunc dövrünə aiddir, iri tayfa ittifaqlarının meydana gəlməsi. 2, 3, 4 isə o dövrə aid deyil. 27. Daha sonra baş vermiş hadisəni müəyyən edin. Aha, 27-də. Albaniyada möhürlərin meydana gəlməsi, dövlətin yaranması ilə Alban hökmdarı Zoberin Roma Respublikasının tabe olması 36-cı il. Atropatena və Parfiya qüvvələrinin Roma qoşunlarına qalib gəlməsi. Bu eradan əvvəl 53-cü il Karra döyüşü. Kür sahilində Albanların məğlub olması. Bu eradan əvvəl 66-da 66-dır. Albaniyada Makedoniyalı İskəndərin pullarına oxşar pulların kəsilməsi. O da 3-cü minilliyin birinci yarısından başlanmışdı.
Daha sonra dediyi üçün 3-cü əsrin birinci yarısından başlanmışdı. Daha sonra dediyi üçün B-ni götürəcək. Yer ədnəbil 36-cı il. 28-ə baxsaq, Hindistan və Yunanistan üçün oxşar olan hadisələri müəyyən edin. İnsanların kastalara bölünməsi bu Hindistandadır. 12-11-ci əsrlərdə kasta quruluşu yaranmışdı. Drakon qanunlarından istifadə edilməsi Yunanistandır. Quldar dövlət olmaları 1-i 3-dür. Həm Yunanistan, həm Hindistan quldar dövlətdir. Makedoniya müdaxiləsinə Hindistan da qalıb, Yunanistan da qalıb 4-də oxşardır. Ərazilərində Ari tayfalarının məskunlaşması, Ari tayfaları Hindistana aiddir. Bir də 4 burada deri ərazisində Makedoniya müdaxiləsinə məruz qalması var. 3 quldar dövlət olması var. Demək cavab olur burada oxşar cəhət 3 ilə 4. Digərləri oxşar deyil. 29-cu testə baxsaq, demək, deyir hökmdarlara aid düzgün sıraları müəyyən edin. Astiya dövlətin apardığı işğallar dayanmışdı. Doğrudur. 3-cü darı verib. Makedoniya imperiyasına məğlub olmuşdu. Doğrudur. 330-da, 331-də Qavqamela döyüşündə məğlub olub. 2-ci Kir Midiya dövlətinə qarşı üsyan təşkil etmişdi. Bu yanlışdır. Çünki 2-ci Kir bizdən hökmdarları soruşur. Midiyaya qarşı üsyan təşkil edəndə hökmdar deyildi hələ. Sonradan dövləti yaradanda hökmdar olacaqdı. Artabaz Roma Respublikasına qalib gəlmişdir. Bu da Karra döyüşü. Nədir bu? Artabaz Fraspa döyüşündə qalib gəlib. Doğrudur. Amma bu cümlə ümumən bu sıra yanlışdır. Çünki 2-ci Kir hökmdar deyildi. Sonra Astiaq dövlətin sonuncu hökmdarı. Doğrudur. Qavqamela döyüşündə Atropatla birlikdə vuruşmuşdu. 3-cü dara. Bu da doğrudur. Farslara böyük imtiyazlar verilmişdi. 2-ci Kir doğrudur. Artabaz Parfiya dövləti müttəfiq münasibətlərini pozmuşdu. Bu da doğrudur. İkinci fikir bizdə tamamilə doğrudur bütün sıralar. İçə baxsaq, Zərdüştlük dinin kahinləri ilə yaxınlaşmışdı. Astiaqa doğrudur, götürürük. Öz adamı tərəfindən öldürülmüşdü. 3-cü dara doğrudur. 2-ci Kirə qeyd olunur. Massaget hökmdarı ilə döyüşdə öldürüldü. 2-ci Kir bu da doğrudur. Artabazda baxsaq, Roma imperatoru ilə yaxın əlaqələr saxlamışdı. Roma imperatoru ilə yaxın əlaqələr saxlamışdı. Deməli, bunu da götürə bilərik. Əslində, Roma imperatoru ilə Artabaz Roma imperatoru ilə yaxın əlaqələri Oktavianla bunun əlaqələri olubdur. Bu əslində düzgün fikirdir. 4-də baxsaq, 4-də nə qeyd olunub? Əyanlarla arasındakı ziddiyyətlər baş vermişdi. Astiaq deməli, əyanlarla arasında ziddiyyətlər baş vermişdi. Bu doğrudur. Çünki dedik ki, Astiaq getdi Zərdüşt dininin kahinləri ilə yaxınlaş deyə. Bu da əyanların xoşuna gəlmədi. Sonra 3-cü darə qeyd olub, Albaniya dövlətinin qüvvələrindən istifadə etmişdi. 3-cü darə Albaniya dövlətini yox, Alban tayfaların qüvvələrindən istifadə etmişdi. Ona görə bu yanlışdır. Yəni Qavqamela döyüşündə söhbət gedir ki, orada da Albaniya dövlət deyildi. Sadəcə olaraq Albanlar, saklar tayfa olaraq iştirak etmişdilər. Buna baxsaq, Edirnə və 550-ci ildə Əhəməni dövlətini yaratmışdı. Bu doğru fikirdir. Öz oğlunu Romaya oxumağa göndərmişdi. Bu da doğru fikir. Amma burada ümumən bu fikir yanlış olduğu üçün sırada yanlış olacaqdır. İndi deməli burada hökmdarlara aid düzgün sıralar deyir. Düzdürmü bizdən? Düzgün sıralar. Düzgün sıralar burada 2 ilə 3-dədir. 2 ilə 3-dədir. Həm 2-dədir, həm də 3-dədir. Yəni 1 dedik ki, ona görə yanlışdır. Nədir bu? Burada dövlət deyildi. Yəni hökmdar deyildi 2-ci Kir. Midiya dövlətinə qarşı üsyan təşkil edən zaman. Sonra xəritədə hansı ərazi haqqında məlumat verilməmişdir? Demək, burada 2 yenə Misirdir, 6 Makedoniya, 6 daha doğrusu Yunanistan, 5 Makedoniyadır, 1 Yunanistandır, 4 də Sardiniya Polskidir, 3 də Karfagendir. Bizə məlumat verilməyə lazımdır. Bu müharibələr zamanı Roma Respublikası tərəfindən işğal edilmişdi. 3 haqqında məlumat verilib, 4 haqqında da verilibdir. Misir əyalətinə çevrilmişdi. Misir əyalətinə çevirib burada həm 5 Makedoniya çeviribdir, 5 haqqında məlumat var deməli, həm də İtaliya çeviribdir, 1 haqqında da məlumat var. Yunan mədəniyyətinin təsirinə məruz qalmışdı. Yunan mədəniyyətinin təsirinə burada 2 Misir qalıbdır.
Aralıq dənizinin qərb sahilləri uğrunda mübarizədə məğlub olmuşdu. Aralıq dənizinin qərb sahilləri uğrunda mübarizədə məğlub olan Karfagen idi 3. Elə bunun üstündə silmişdik bayaq. Məlumat verilib onun haqqında. Burada 6 haqqında məlumat verilib. Baxın, Yunanistan haqqında burada məlumat yoxdur. Cavab Yunanistan'da 6. Çünki Aralıq dənizinin şərqi uğrunda Yunanistanı aparıb da qərb yazıb. Yunan mədəniyyətinin təsirinə məruz qalanlar biri Misirdir, onsuz da Yunanlar elə öz mədəniyyəti idi bunun. Misir əyalətinə çevrilməsi Yunanlar çevirməyibdi. Bu müharibələr zamanında Roma tərəfindən Yunanlar işğal edilib. Cavab 6-dır orada. Deməli, keçək 31-ci suala. Deyir, onlar qısa danışmağa üstünlük verirdilər. Belə danışıq lakonik danışıq adlanırdı. Həmçinin bu ölkədə qalxanı itirmək rüsvayçılıq sayılırdı. Ona görə də ana oğlunu müharibəyə yola salanda deyirdi. Ya qalxanda, ya da qalxanın üstündə. Yəni, burada Spartaya aid bir mənbə verilibdir. Deyir, mənbənin bəhs etdiyi şəhər dövlətinə aiddir. Eradan əvvəl 7-ci əsrdə aristokratların mənafeyini müdafiə edən qanunlar qəbul olunmuşdu. Bu Afinaya aiddir. Burada söhbət deyir Spartadadır. Sparta. Bir aid deyil. Əhəmənilərlə döyüşdə məğlub olmuşdur. Fermopil döyüşündə Sparta məğlub olub götürdü. Makedoniyalıların yürüşü nəticəsində daxili müstəqilliyini itirmişdi. Yanlışdır. Dedik ki, ümumən heç bu şəhər dövlətləri daxili müstəqilliyini itirməmişdi. Makedoniya yürüşü nəticəsində daxili müstəqilliyini saxlamışdılar. 4. Eradan əvvəl 5-ci əsrin sonunda iştirak etdiyi müharibədə qalib gəlmişdi. Eradan əvvəl 5-ci əsrin sonunda iştirak etdiyi müharibədə qalib gəlmişdi. Bəli, bu düzdür. Spartaya aiddir. Sparta Afina-Sparta müharibəsində qalib gəlmişdi. O da 5-ci əsrin sonuna aiddir. Yəni 431-404-dür. 5-ci əsrin sonuna düşür. 5. Hərbi işlə məşğul olmaq qadağan edilmişdi. Əksinə, hərbi iş əsas sahə idi. Digər sahələrlə məşğul olmaq qadağan idi. Ordunun əsasını ağır silahlı piyadalar təşkil edirdi. Bu da bəli Spartaya aid xüsusiyyət. Həm Romada, həm Spartada ağır silahlı piyadalar ordunun əsasını təşkil edirdi. Cavab burada olacaq 2, 4, 6. Yəni D variantı. O 32-yə baxsaq, Böyük Hun İmperatoru Mete Tarxunun hakimiyyəti dövründə baş verməyən hadisələri müəyyən edin. Mete dedik ki, eradan əvvəl 100, deməli, daha doğrusu eradan əvvəl 209-dan bizim eranın 174-nə kimi hakimiyyətdə olub. Bizə baş verməyən lazımdır. Hindistanın vahid halda birləşdən sülalə süqut etmişdi. Bu, Maurya sülaləsidir, 180-də süqut etmişdi. Mete də o vaxtda hakimiyyətdə idi. Deyək, eradan əvvəl 209-dan bizim eranın 174-nə kimi hakimiyyətdədir. Düşür 10 dövrünə. Hun imperiyası yaranmışdı. Bəli, Hun imperiyası Mete'nin dövründə yaranmışdı. Yəni artıq dövlət Teymon dövründə yaransa da imperiya çevrilmə artıq Mete'nin dövründə idi. Sin sülaləsi ilə Pinsin sazişini imzaladı. Dedi Sinlə yox, bunu imzalamışdı Xanla. Biri olacaq 3. Atropatena dövləti yenidən müstəqillik əldə etdi. Atropatena eradan əvvəl 190-da Maqneziya döyüşü nəticəsində müstəqillik əldə edir. O zaman da bəli, Mete hakimiyyətdə idi. Bizə isə baş verməyən lazımdır. 4-ü götürmürük. Çin səddi tikilməsinə başlanmışdı. O da Teymon Tarxun dövründə tikilməyə başlamışdı. Bir də cavabım 5-dir. Cavab 3-5 olur. 33-cü testdə baxaq deyir. Verilmiş dövlətlərlə bağlı oxşarlığı müəyyən edin. Aha. Oxşarlığı müəyyən edin verilmiş dövlətlərlə bağlı. Misir, Çin, Manna. Hieroglif yazıdan istifadə etmişdi. Biri birdir elə. Çünki demişdi Misirdir, Çindir, Manna. Bunlarda hieroglif idi yazı. Eradan əvvəl 1-ci minilliyin ikinci yarısında xarici dövlətlərlə mübarizədə məğlub olmuşdu. 1-ci minilliyin ikinci yarısında xarici dövlətlərlə mübarizədə məğlub olmuşdu. Manna ümumiyyətlə heç 1-ci minilliyin ikinci yarısında mövcud olmayıbdır. Götürənmərik. C-yə baxsaq, mərkəzi hakimiyyətə qarşı üsyan baş vermişdi. Bunu götürərik. Çünki Çində də baş verib, sarı sarıqlar, qırmızı başlar, Mannada da olubdu. Mərkəzi hakimiyyətə qarşı üsyanlar, Misirin özündə də olubdu, Afrikada üsyanlar. C doğrudur. Yəni A ilə C oxşardır hələ ki. Yazı lövhəsi kimi Papyrus Misirdə idi, götürənmərik bunu. Yunan mədəniyyətinin təsirinə məruz qalma Mannada yox idi. Cavab A ilə C olur. Burada oxşar cəhət. 34-də baxsaq, Albaniya mədəniyyətinə aid olmayanları seçin. Aid olmayanları.
Lənkəranda aşkarlanmış Qızıldan ilahi heykəl Alban mədəniyyətinə aiddir. 1-ci minilliyin ortaları. Yerətdə var. Qarabağda aşkarlanmış daşdan yonulmuş insan heykəlləri, bəli, onların vahid etnomədənə malik olduqlarını, daxil olduqlarını göstərirdi. 2-də aiddir. Şəkinin Böyük Dəhnə kəndində tapılmış 2-ci əsrə aid Yunan yazılı kitabə, bu da doğrudur, aiddir Alban mədəniyyət abidəsinə. Tikintidə kiremitdən istifadə aiddir. Şerif abidəsi aiddir, bu Atropatinadır. Qəbələdə aşkarlanan katakomba qəbirləri, bu da alanlara aiddir, Albanlara aiddir. Cavab da olub 4-lə. Cavab da 4-lə 5. 4, daha doğrusu 5, 6. 35-ə baxsaq, uyğunsuzluğu müəyyən edin. Bizdən uyğunsuzluğu müəyyən etməyi istəyirsə, biz burada doğru fikirdirsə, bunun qabağından doğru yazılıbsa, burada deməli uyğunluq gözlənilibdir. Bizə uyğunsuzluq lazımdır ki, doğru fikrin qabağından yanlış olsun və yaxud da yanlış fikrin qabağından doğru yazılsın. Məsələn, birinci fikirdə nə deyir? Deyir, 2-ci Sarqon İranzuya qarşı üsyanı yatırmaq üçün yürüş edən zaman İzurtu şəhəri yandırılmışdı. Biz bilirik ki, 2-ci Sarqon İranzuya qarşı üsyanı yatırmaq üçün eradına və 719-da gəlir. Bu zaman isə İzurtu şəhəri yandırılmır. Sadəcə olaraq bir sıra şəhərlilər götürüb aparılır Assuriyaya. Aşşura aparılır. Yəni yandırılma söhbəti yox idi. Demişdik, İzurtun yandırılması 2 hadisə zamanıdır. Nə vaxt ki, Manna hökmdarları Aşşurla ittifaqdan çıxıb, qəzəbli şəkildə gəlib yandırıblar həmin o Aşşur hökmdarları. Biri 716-da Ulusunu çıxandadır, bir də eradan əvvəl 650-də Ahşeri çıxan zamandır. Bu səhv fikirdir, qabağına yazılıb yanlış. Səhvin qabağına səhv yazılıbsa, yanlışın qabağına yanlış yazılsa, burada uyğunluq gözlənilir. Ona görə bizə uyğunsuzluq lazımdır. Biri götürmürük. Yazıb 2. Eradan əvvəl 8-ci əsrin 3 və 4-cü rübündə Assuriya Urartu dövləti ilə döyüşdə qalib gəlmişdi. Bu da doğru fikirdir. Məsələn, eradan əvvəl biz deyirik 735-ci ildə Urartu ilə Aşşur arasında döyüş olur. O döyüşdə hətta İranzuda kömək eləyirdi Aşşura. O döyüşdə Aşşur Urartuya qalib gəlir. Eradan əvvəl 735. Eradan əvvəl 735-də eradan əvvəl 8-ci əsrin 3-cü rübüdür. Bir də deyir 4-cü rübüdə Urartuya qalib gəlir. 4-cü rübüdə bəli, eradan əvvəl biz deyirik 2-ci Sarqon Mannaya böyük yürüş edən zaman 714-cü ildə. O zaman Urartu ilə döyüşür. Urartu hökmdarı hətta 1-ci Rusiyada deyir məğlubiyyətə dözüm verir, sonunda özünü öldürür. Bu da 8-ci əsrin son rübüdür. 4-cü rübü, yəni onda da qalib gəlib Aşşur Urartuya. Bu doğru fikirdə qabağına yanlış yazılıb. Demək burada uyğunluq pozuldu. Cavabda 1-2 var. Sonra içi oxusaq. İranzunun daxili siyasətinin əsasını Urartu tərəfindən işğal edilən əraziləri azad etmək təşkil edirdi. İranzunun daxili siyasətinin əsasını daxili yox, xarici siyasətin əsasını təşkil edirdi. Bu yanlış fikirdir, qabağında doğru var. Ona görə uyğunluq pozulub. Bir də cavabın 3 olacaq. 4-ə baxsaq, eradan əvvəl 8-ci əsrdə Ahşerin pozduğu ittifaq bərpa etdi. Eradan əvvəl 8-ci əsrdə Ahşerin pozduğu ittifaqı bərpa etdi Uali. Aha, Ahşer ittifaqı 8-ci əsrdə yox, 7-ci əsrdə pozmuşdu. Onu Uali bərpa etmişdi. Fikir yanlışdı, qabağına yanlış yazdı. Bu uyğunluq gözlənilib. 5. Urartu milli qüvvələrin tərəfinə keçmişdir. Azab, bu da yanlış fikirdir. Urartu milli qüvvələrin tərəfinə keçməyib bu. Özün belə Aşşur meyilli olubdur. Yanlış fikirdir, qabağında da yanlış var. Burada uyğunluq gözlənilibdir. Demək, burada birinci fikir yanlışdır, qabağında yanlış var. 4-cü fikir yanlışdır, qabağında yanlış var. 5-ci fikir yanlışdır, qabağında yanlış var. Deməli, burada uyğunluq pozulmayıb. Uyğunluq pozulub 2 ilə 3-də. Fikir doğrudur, qabağında yanlış yazılıb. Fikir yanlışdır, qabağına doğru yazılıb. 2 ilə 3 cavab A variantı. 36-cı suala baxsaq, bizdən düzdür, uyğunluğu müəyyən etmək istəyir. Deməli, deyir, eradan əvvəl 7-ci əsrdə İşbakay, Kiaksar və Kaştariti. 7-ci əsr tarixinə baxmalıyıq bu hökmdarların. İşbakay deyir, ilk vaxtlar Manna ərazisindən keçərək Aşşur üzərinə uğurlu hücumlar etsə də, daha sonra onlarla ittifaq bağladı. Bu yanlışdır. Birinci tərəfi doğrudur. İlk vaxtlar Manna ilə birlikdə Aşşur üzərinə yürüş edib uğurlar əldə edib. Amma daha sonra onlarla ittifaq bağlamayıb. Məhz İşbakay öləndən sonra Aşşurlar gedib Mannadan uzaqlaşır. Nədir bu? İskitlər gedir Mannadan uzaqlaşır İşbakayın ölümündən sonra. Gedir Aşşurla yaxınlaşır. Yəni bu
İşbakay sağlığında deyil. İşbakay vəfat edəndən sonradır. Bir yanlışdır. 2. Eradan əvvəl 8-ci əsrdə Aşşurla ittifaqı pozmuş Manna hökmdarı ilə ittifaq yaratmışdı. Deyir, eradan əvvəl 8-ci əsrdə Assur ilə ittifaqı pozmuş Manna hökmdarı ilə ittifaq yaratmış. Eradan əvvəl 8-ci əsrdə Assurla ittifaqı pozan Ulusunudur. Ulusunu ilə də İşbakayın ittifaqı olmayıbdır. İşbakayın ittifaqı olubdur Axşeri ilə olubdur. Axşeri də 7-ci əsrdə pozubdur ittifaqı Aşşurla. Demək bu fikir də yanlışdır. C-yə baxsaq, ölümündən sonra Manna İskit ittifaqı pozulmuşdu. Bəli, bu elə dedik bunu. İşbakay öləndən sonra Manna ilə İskitləri ittifaqı pozuldu. İskitlərlə Aşşurun ittifaqı yaranmışdı. 2-yə baxsaq, Kiaksar Assuriyanın paytaxtını yandırmışdı. Bu doğru fikirdir. 7-ci əsrdə 613-cü ildə gedib Aşşurun paytaxtını yandırmışdı. 605-də də Aşşurun varlığına son qoymuşdu. B-yə baxsaq, Manna, Urartu və İskit padşahlığına eyni ildə son qoymuşdu. Bu dövlətləri eradan əvvəl 590-da son qoyulur. Amma bunu düz kimi götürmür. Həqiqətən bu hökmdara aiddir, Kiaksara aiddir. Amma burada düz kimi götürmür. Çünki bizdən 7-ci əsr istəyirdi. 596-cı əsrdir. C-yə baxsaq, ölkədə İskit ağalığına son qoydu. Ölkədə İskit ağalığına bəli, Kiaksar 628-ci ildə son qoymuşdu. Bu da doğru fikirdir. Demək, burada olacaq cavab 1 C, 2-yə AC, 1 C, 2-yə AC. 3-ə də çox güman olacaq A ilə. Baxaq 3-də Kaştariti deyil. Manna və İskit padşahlığı ittifaq yaratmışdı. Bu da doğru fikirdir. Kaştariti eradan əvvəl 673-cü ildə deməli Midiyada Aşşur əleyhinə üsyan qaldırır. O zamanı Manna və İskitlərlə ittifaq qururdu. A doğrudur. Və ona görə səhvçi deyir, əsrin ikinci yarısında İskitlərlə döyüşdə öldürülmüşdü. Əsrin ikinci yox, birinci yarısında öldürülmüşdü. Yəni eradan əvvəl 653-cü ildə öldürülmüşdü İskitlərlə döyüşdə. O da 6-cı əsrin ikinci yarısına düşür. Burada birinci yarısı qeyd olunur. Daha doğrusu 6-cı əsrin birinci yarısına düşür o. Burada 6-cı əsrin ikinci yarısı qeyd olunur. C-yə baxsaq, kiçik vilayət hakimlərini tamamilə ləğv etmişdi. O da dedik, kiçik vilayət hakimlərini tamamilə ləğv edən bundan sonra gələn hökmdarın dövrüdür. Yəni Kiaksarın dövrü. 37-ci suala baxsaq, deyir, qədim Yunanistan və Roma tarixçisinin oxşar olmayan hadisələri müəyyən edin. Yunanistan və Roma. Müəyyən vaxtda ölkənin xalq yığıncağının bir il müddətində seçdiyi şəxslər idarə edirdi. Bu oxşar hər ikisi üçün. Çünki Yunanistanda məsələn strateq idarə edirdi, Romada da konsul idarə edirdi. A oxşardır. B-yə baxsaq, borcunu ödəyə bilməyənlər ailələri ilə birlikdə qula çevrilirdi. O, yalnız Yunanistana aiddir, için götürməliyik. Eradan əvvəl 5-ci əsrdə aşağı təbəqə bir sıra hüquqlar əldə etdi. Eradan əvvəl 5-ci əsrdə aşağı təbəqə bir sıra hüquqlar əldə etdi. Bu oxşar cəhətdir həm Romaya, həm də ki Yunanistana. Çünki Yunanistanda plebeylər məsələn xalq tribunu seçmə hüququ əldə etdi. Romada da əhali deməli 5-ci əsrdə siyasi vəzifələri seçilmə hüququnu əldə etdilər. Romada xalq tribunu, Yunanistanda vəzifəyə seçilmə hüququnu əldə edirdilər. Buna görə də əmək haqqı verilirdi. 1 ilə 3-ü burada oxşar kimi götürürük. 1 ilə 3-ü hələ ki. Oxşar olmayan deyir bizdən. 1 ilə 3 oxşardır. 4-ə basaq, tanrıların şərəfinə məbədlər tikirlər. Hər ikisində də oxşardır. Sonra 5-də qeyd olunub, eradan əvvəl 1-ci minilliyin ikinci yarısında yoxsullara işlə və vəzifə tutma hüququ verilmişdi. Eradan əvvəl 1-ci minilliyin ikinci yarısında yoxsullara işlə və vəzifə tutmaq bu oxşardır. Məsələn, Periklin dövründə dedik, Yunanistanda verildi. Eradan əvvəl 5-ci əsrin ikinci yarısıdır. Romada da verilmişdi 3-cü əsrdə. Bu da 1-ci minilliyin ikinci yarısına düşür ümumən götürəndə. Bu oxşardır 5. Müxtəlif dövrlərdə əhaliyə taxıl paylanmışdı. Taxılın da paylanması Yunanistanda var. Romada taxılın paylanması varmı? Müxtəlif dövrlərdə əhaliyə taxıl paylanmışdı. Romada bəli. Əhaliyə taxılın paylanması aqrar islahatlar zamanı deyə bilərik. 2-ci əsrdə Qayqıraqın torpaq islahatı keçirilməsi zamanı. Sonra bu Yunanistanda da Periklin dövrü üçün oxşar cəhətdir. Demək, burada oxşar olmayan hadisələr deyirdi. 1 oxşardır, 2 oxşar deyil, 3 oxşardır, 4 oxşardır, 5 oxşardır,
6 oxşardır. Oxşar olmayan deyirsə 2-dir. Bir də 2-dir. Yalnız 2. Cavab B variantı. 38-ə baxsaq, Roma imperiyasının eramızın 2-ci əsrinə aiddir. Sonuncu işğalçı müharibələrini aparmışdı. Mark Trayanı aparmışdı, doğrudur. Yunanistanı eradan əvvəl 2-ci əsrdə işğal etmişdi. Parfiya hökmdarına qarşı mübarizə aparmasının Alban hökmdarına yoxdur, yanlışdır. O, deməli, Parfiya hökmdarına qarşı mübarizə aparmaq üçün Alban hökmdarına pul göndərmişdi. Bu 1-ci əsrinə aiddir onun. Tiberin dövrünə aiddir. 1-ci əsrə düşür. Ona görə götürmürük. 4. Nil çayından Britaniya qədər ərazini əhatə edir. Doğrudur. Əhalinin qul edilməsi qadağan edilmişdir. Qul edilməsi yox, qulun öldürülməsi qadağan edilmişdir. 5 də yanlış fikirdir. 2-ci əsrə aiddir buradan. Eramızın deməli 1-ci deməli 4-dür. Eramızın 1-ci əsrinə aid olan. Eramızın 2-ci əsrinə aid olan Roma imperiyasına aid. Biri 4'dür, biri də 1'dir. Cavab 1 ilə 4 olur. C variantı. Aha, 39-cu suala baxsaq. 39-cu sual. Demək 39-da qeyd olunub ki, Euler-Venn diaqramına əsasən Romaya aid uyğunluğu müəyyən edin. Respublika, padşahlıq və imperiya dövrləri. Ömürlük seçilən şəxs tərəfindən idarə edilirdi. Bu, padşahlıqdır, 2 yanı götürdük. Senat fəaliyyət göstərmişdi. Həm respublika, həm padşahlıq, həm imperiyada var. 4-ə B-ni götürürük. 12 lövhə qanunlar respublika dövründədir. 1-ə C-ni götürürük. Yoxsullara əmək haqqı verilməyə başlamışdı. Yoxsullara əmək haqqı ümumiyyətlə burada verilməyibdi. Ona görə götürmürük. Almaniya dövlətinə qarşı mübarizə aparmışdı. Almaniya dövlətinə qarşı respublika dövründə mübarizə aparılıb, imperiya dövründə də. Ona görə 5-ə E-ni götürəcəyik. Padşahlıq dövründə Albaniya yox idi. Sonra German tayfalarının yürüşünə məruz qalmışdı. Bu German tayfalarının yürüşü imperiya dövründə 3-ə götürəcəyik F-i. E-ni isə geniş işğalçı yürüşlər aparmışdı. Geniş işğalçı yürüşlər aparmışdı. Romada respublika aparmışdı, bir də imperiya dövründə aparılmışdı. 5-ə də E-ni götürərik. 40-a baxsaq, eradan əvvəl 3-cü əsrin 2-ci yarısında vahid dövlətin yarandığı ərazilərə aid uyğunluğu müəyyən edin. Deyir, yəni eradan əvvəl 3-cü əsrin 2-ci yarısında vahid dövlət hansı ərazilərdə yaranıb və ona aid uyğunluq. Vahid dövlət 1-də yaranıb, Çində, eradan əvvəl 3-cü əsrin 2-ci yarısında, bir Hindistanda yaranıb, eradan əvvəl 3-cü əsrin 2-ci yarısında. Düzdürmü? Deyir, Xan sülaləsi tərəfindən işğal edilmişdi. Nə Hindistan, nə Çin. Xan sülaləsi tərəfindən onsuz da işğal edilməyibdi. Buna biz götürənməliyik. Çünki bizə Çini vahid şəkildə idarə etmiş dövlətlərdən söhbət gedir. Yəni onu müəyyən etmək istəyir. Yazıb B-də eradan əvvəl 3-cü əsrin 2-ci yarısından Mariya sülaləsi tərəfindən idarə olunmağa başladı. Eradan əvvəl 3-cü əsrin 2-ci yarısında Mariya sülaləsi tərəfindən idarə olunmağa başladı. Bu da yanlışdır. Çünki Mariya sülaləsi 4-cü əsrdə Hindistanı idarə edirdi artıq. 3-cü əsrin 2-ci yarısında Aşokanın dövrüdür. Bu vahid halda birləşir. C. Eradan əvvəl 2-ci əsrdə böyük ipək yolu salındı. Çində 1-ə C-ni götürdük. Dori tayfalarının yürüşünə məruz qalmaq. Dorilər Yunanistandır. Bu düşmür. Vuruşan padşahlar dövrünün sonunda ilk dövlətin meydana gəlməsi. Vuruşan padşahlar dövrünün sonunda ilk dövlət meydana gəlmir. İlk vahid dövlət meydana gəlir. Çində ilk dövlətlər eradan əvvəl 2-ci minillikdə nədir bu? 2-ci minillikdə meydana gəlmişdi. Bu da yanlışdır. Əhəməni və Makedoniya işğalına məruz qalması, bəli. Həmən bu Hindistan Əhəmənilərin də işğalına məruz qalıb 6-cı əsrdə. Makedoniyanın işğalına 4-cü əsrdə məruz qalıbdır. Demək cavab olur orada 1-ə C, 2-yə F. 1C, 2-yə F də A variantındadır. Birinci sualda demək müəllimlər burada bizdən deməli 7-ci əsrdə Mannanı Midiyadan fərqləndirən, bir də Midiyanı Mannadan fərqləndirən hadisələri istəyir. Məsələn, 7-ci əsrdə Mannanı Midiyadan fərqləndirmək üçün qeyd olunub Urartu hücumlarına son qoyuldu. Mannada deyir ki, Urartu hücumlarına nə vaxt son qoyulubdur? Biz bunu 8-ci əsrdə 2-ci Sarqonun böyük yürüşü nəticəsində deyirdik.
8-ci əsrə aid idi bu xüsusiyyət. 7-ci əsr əsr. Ona görə bunu götürmürük. Paytaxtı yandırıldı. 7-ci əsrdə Mannanın paytaxtı yandırılıb. Bəli. Götürürük. Bu bunu Midiyadan fərqləndirir. 650-də dediyi Aşurbanipal gələndə Aşurlar tərəfindən Mannanın paytaxtı yandırıldı. Sonra keçmiş müttəfiqi ilə mübarizə aparmışdı. Keçmiş müttəfiqi ilə mübarizəni Aşurla deyə bilərik, mübarizə aparmışdı. Keçmiş müttəfiqi Manna. Amma keçmiş müttəfiqi ilə elə Midiyada mübarizə aparıb deyə nədir bu? Bu onların oxşar cəhətdir. 7-ci əsrdə bu onların oxşar cəhətində olmalıdır. Fərqli cəhətində verilibdir. Ona görə götürməyib bunu. Məsələn, Midiyada keçmiş müttəfiqi ilə 7-ci əsrdə elə aparıbdı İskitlərə qarşı. İskitlərlə əvvəlcə müttəfiq idi 7-ci əsrdə. 673-də, sonra 653-də onlara qarşı mübarizə aparmışdı. Demək, biri oldu yalnız B. İkiyə Midiya dövlətinə baxsaq, Mannadan fərqinə dövlət yaratmışdır. 7-ci əsrdə, bəli, bu onun fərqidir. Baxın, Midiyanın Mannadan fərqidir. Eradan əvvəl 7-ci əsrdə dövlət yaratması bizdən 7-ci əsr axır istəyir axı. Hər ikisi dövlət yaradım, amma 7-ci əsrdə yaradan Midiya deyə götürürük Kiyanı. Babil dövlətlə müttəfiqlik münasibətləri yaratdı. Babil dövlətlə, bəli, bu da onun fərqi cəhətidir. Çünki biz bilirik ki, 7-ci əsrdə Manna Babillə müttəfiq olub Aşura qarşı mübarizə apardı. Daha doğrusu Midiya Babillə müttəfiq olub Aşura qarşı mübarizə aparmışdı. 2-yə AB Assuriyaya qarşı mübarizə aparırdı. Assuriyaya qarşı mübarizəni də 7-ci əsrdə həm Manna aparırdı, həm də Midiya apardı. Bu da onun oxşar cəhətidir. Ona görə götürmürük 2-yə. Oxşar cəhətə geçsək, bunlar deyir, hər iki ilk dəfə adına Aşur kitabələrində rast gəlinmişdi. Həm Mannanın, həm Midiyanın adına ilk dəfə Aşur kitabələrində rast gəlinib. Amma bu ilk dəfə yox. İlk dəfə 9-cu əsrdə rast gələnmişdi. Bizdən 7-ci əsr istəyir, götürmürük. İskitlərlə ittifaq yaratmışdılar. İskitlərlə ittifaqı Mannada, Midiyada yaradıb deyirəm, 7-ci əsrdə doğrudur. Midiyada üsyan baş verərkən, Midiyada Aşur əleyhinə üsyan baş verərkən Midiya, Manna, İskit bunlar müttəfiq olub. 2-yə B-ni götürdük. Daha doğrusu 3-ə B-ni götürdük. C-yə baxsaq, eyni əsrdə süqut etmişdi. Bunların süqut tarixi Mannanda, Midiyanda süqut tarixi 6-cı əsrdir deyə götürməyəcək. Bunu bizdən 7-ci əsr istəyirdi. Demək oldu burada 1B, 2-yə A, B, 3-də B variantı. Yəni A variantı olacaq cavabımız. 42-ci testdə Şumerlər eradan əvvəl 4-cü minillikdə kəşf etmişdilər. Mix yazı 3-cü minillikdir. Günəş saatı ümumiyyətlə Şumerlərin yox, Misirlərindir. İç yazılı qanunlar da 3-cü minillikdədir. Burada Təkər və Tunc olacaqdır. 2 ilə 3. Variantı. 43-cü testə baxsaq. Deyir, eradan əvvəl 3-cü minillikdə Şumer şəhərləri şəhər dövlətlərinə çevrildilər. Aha. Deyir, Şumerdə şəhərlər axı 4-cü minillikdə, şəhər dövlətləri isə 3-cü minillikdə yaranmışdı. Daha sonra şəhər dövlətləri arasında suvarma kanalları, çay vadiləri uğrunda mübarizə başladı. Bu müharibələr zamanı o şəhər əhalisi özlərinə hərbi başçılar, luqallar seçirdilər. Müharibələr genişləndikcə hərbi başçılar hökmdarlara çevrildilər. Hökmdarlar da öz hakimiyyətini özündən sonra oğullarını irsən ötürürdülər. Deyir, aşağıdakı fikirlərdən hansılar yuxarıda verilən mənbənin nəticəsi kimi götürülə bilər? Aha. Burada söhbət nədən gedir? Deyirik ki, Şumerlərdə şəhərlər yarandı eradan əvvəl 4-cü minilliyin sonunda, şəhər dövlətlərə çevrildi 3-cü minilliyin əvvəllərində. Və şəhər dövlətləri də yaranarkən bunlar bir-biri ilə müharibə aparırdılar və müharibə aparması nəticəsində zəifləyirdilər. Bunlar müharibə apararkən bir-birlərinə qarşı mübarizə apararkən hərbi başçılar olan luqallar seçirdilər. Bu luqallar da get-gedə Şumerdə irsi vəzifəni alırdı. Yəni hakimiyyət onlarda da get-gedən irsən keçirdi. Yəni hərbi başçılar olan luqallardan. İndi deyir, aşağıdakı fikirlərdən hansı o mənbənin nəticəsi kimi ola bilər? Deyir, Şumer şəhər dövlətləri zəiflədi. Bu nəticəsi ola bilər. Təbii ki, bir-biri ilə müharibə gedirsə orada, Şumer şəhər dövlətləri arasında, demək bu dövlətləri zəifləyəcək. Biri götürdük. Şəhər dövlətləri birləşərək vahid dövlət yaratdılar. Xeyr, bunlar birləşmədi. Bax, bunları gəldilər qıraqdan məğlub edib vahid halda birləşdirirdilər.
2-ni götürmədik. 3. Şəhər dövlətlərinin zəifləməsinə istifadə edən Kutlər Mesopotamiyanı işğal etdilər. Şəhər dövlətlərinin zəifləməsinə istifadə edən Kutlər Mesopotamiyanı işğal etdi. Bu yanlışdır. Niyə? Çünki burada şəhər dövlətləri zəifləyir, bir-birinə müharibə aparır, zəifləyir. Bundan Kutlər yox, bundan istifadə edirdi Akkadlar. Gəlib buranı nə edirdilər? İşğal edirdilər. Kutlər yox, Akkadlar idi. Bu üç yanlışdır. Dünya tarixində ilk imperiya yarandı. Bəli, götürə bilərik. Dedi, zəiflədi bu şəhər dövlətləri. Akkadlar gəldi, 2-ci Sarqon buranı işğal etdi və ilk imperiyanı yaratdı. Akkad imperiyasını 4-ü götürürük. 5-ə baxsaq, 2 sayısı yenidən Babil dövləti tərəfindən vahid halda birləşdirildi. Bu da yanlışdır. Bu da söhbət 3-cü minillikdən gedir. 2 sayısının Babil tərəfindən vahid halda birləşməsi isə 2-ci minillikdə. Ona görə 5-də yanlışdır. Burada cavabımız olacaq 1-lə 4. B variantı. 44-ə baxsan, aşağıdakılardan neçəsi 2-ci minillik tarixi, eradan və 2-ci minillik tarixinə aiddir? Avropada iç sinifli cəmiyyət 3-cü minillikdə meydana gəlir. Kritdə Yunanistan arilərin yürüşünə məruz qalır. Deyirik, arilərin yox, dorilərin yürüşünə məruz qalır. Yunanistan və Hindistanda olan mədəniyyət süqut etdi. Bu doğrudur. Həm Yunanistanda Mikena mədəniyyəti və yaxud da biz Krit mədəniyyətini deyə bilərik. Hindistanda da Harappa mədəniyyətini deyə bilərik. 2-ci minillikdə süqut etmişdi. Cavabın biri budur. Digərinə baxsaq, dünya tarixində iç beynəlxalq müqavilə. Bəli, o Kadeş müqaviləsidir. 2-ci minillikdə imzalanıbdır. Digərinə oxsaq, Hindistanda kasta quruluşu və dəmir emalı başladı. Hindistanda kasta quruluşu 12-ci əsrdə, dəmir emalı da 11-ci əsrdə. Bu da doğrudur. 2-ci minillik tarixinə aiddir. Babil dövləti yenidən ikinci sırasında ən güclü dövlətə çevrildi. Babil yenidən ən güclü dövlətə çevrildi 1-ci minillikdə, eradan və 7-ci əsrdə. Ona görə bunu götürmürük. Əkinçilik müstəqil sahəyə çevrildi. Əkinçiliyin müstəqil sahəyə çevrilməsi Erkən Tunc dövrüdür. Erkən Tunc dövründə 4-cü və daha doğrusu Erkən Tunc dövründə bundan əvvəl idi. Yəni 2-ci minillik tarixinə aid deyildi. Təxmini 4-cü minilliyin sonundan 3-cü minilliyin ortalarına kimi olan bir dövrə əhatə eləyirdi. Sonra baxsaq 45-ə. Drakon qanunları ilə Hammurapinin qanunları üçün oxşar olan xüsusiyyəti müəyyən edin. Drakon və Hammurapinin qanunları üçün oxşar olan xüsusiyyət. Eradan əvvəl 2-ci minillikdə qəbul olunmuşdu. Bu yanlışdır. Drakon 1-ci minillikdədir, Hammurapi 2-ci minillikdədir. Oxşar lazımdır. B. Aşağı təbəqə mənafi müdafiədir. Yanlışdır. C. 2 sayısı dövlətlərə aid qanunlardır. Drakon 2 sayısı dövlətinə aiddir, Yunanistandır. D. Qanunda bərabərsizlik hökm sürdü. Bəli. Həm Drakon, həm də Hammurapinin qanunlarında bərabərsizlik var idi. Yuxarı təbəqəyə işləyirdi bu qanunlar. Həmçinin kasta quruluşunda da demişdik, bərabərsizlik var idi. Variant nə deyir? Bu qanunların qəbul olunduğu ölkələr Roma Respublikası tərəfindən işğal edilmişdir. Bu da yanlışdır. 46-ya baxsaq, deməli, bizdən uyğunluğu müəyyən etmək istəyir. Daş dövrü verib, bir də deməli, daş dövrü verib, bir 12-8-ci minilliklər, bir də 8-6-cı minilliklər. 12-8-ə baxsaq, ibtidai incəsənətin çiçəkləmə dövrü adlanır. 12-8-ci minilliklər, yəni mezolit dövrüdür bu. İbtidai incəsənətin çiçəkləmə dövrü Orta Tunc dövrüdür. Bu yanlışdır, götürənmərik onu. B. Bacarıqlı insan tərəfindən ox və kaman kəşf edildi. Bu da yanlışdır, çünki bacarıqlı insan yox idi o dövrdə. Əsas məşğuliyyət ovçuluq və yığıcılıq idi. Bunu götürərik 1-ə C. 2-yə 8-6-cı minilliklər, yəni eneolit. İnsanlar ilk dəfə metalla tanış oldu. Bu yanlışdır. Yox, 8-6-cı minilliklər deyirsə bu neolitdir. İnsanların ilk dəfə metalla tanış olması eneolitdir. Ona görə götürmürük bunu. Duluzçuluq və toxçuluq yarandı. Bunu götürərik. Neolit inqilabına aiddir. C. Əkinçilikdə metal toxadan istifadə edilirdi. Əkinçilikdə ilk dəfə toxadan istifadə edildi neolitdə, amma metal toxa söhbəti yanlışdır. Artıq metal zirdi neolitdən istifadə edilməyə başlayır. Cavab olur burada 1C, 2B. Manna dövlətində Aşurla ittifaqı pozmuş hökmdarlar haqqında fikirlərdən biri yanlış verilir. Yəni biz aşağıdakı fikirlərdən biri yanlış verilibdir. Yəni aşağıdakı fikirlər Manna dövlətində
Aşurla ittifaqı pozan hökmdarlar haqqındadır. Onlardan biri yanlış verilib. Mannan Urar tərəfindən işğal edilmiş ərazilərini geri qaytarmışdı. Bu Ulusunudur. Eləyib bunu. İttifaqı da pozmuşdu. Aiddir bu. B. Yerli əhali tərəfindən öldürülmüşdü. Bu Ağşehirli ittifaqı pozub yerli əhali öldürüb. Doğrudur. C. Midiya ilə ittifaqda olmuşdu. Ağşehirli də olub ittifaqda Midiya ilə. E. Nədir bu? 8-ci əsrin son rübündə hakimiyyətə gəlmişdi. 8-ci əsrin son rübündə hakimiyyətə gələn Ulusunudur. Bu da doğrudur. İttifaqdan çıxmışdı. E variantı onun dövründən başlayaraq hakimiyyət irsi keçməyə başlamışdı. Bu yanlışdır. Çünki hakimiyyət irsi keçməyə başlayıb İranzunun dövründən etibarən. 48-ə baxsaq, 20-ci əsrin sonlarında Qobustanda araşdırma aparmış alim deyirdi. Azərbaycan gəmisiliyi meydana gəldiyi ən qədim diyardır. Bu alimin bəhs etdiyi ölkəni xəritədə müəyyən edin. Bu mezolit dövründə araşdırma aparmış Tur Heyerdahl'la bağlı bir hadisədir. O da ki, Tur Heyerdahl deyirdi Norveçdir. Norveçi təmsil edir. Norveç də birlə işarələnib burada. 1 Norveçdir, 2 İsveçdir, 3 Finlandiyadır, 4 Almaniya, 5 Polşadır. 49-a baxsaq, eyni ildə baş vermiş hadisələrə müəyyən edin. Alban hökmdarının Romalılara tabe olması bu 36-cı ildir, Zoberə aiddir, eradan əvvəl. Qərbi Asiya Hun dövlətinin süqutu, bu da eradan əvvəl 36-cı ilə aiddir. 3-də Roma Respublikasının Parfiya Atropatenə qüvvələrinə məğlub olması, bu da eradan əvvəl 36-cı ildir. Fransa döyüşüdür və yaxud da bunu elə biz Kara döyüşü ilə də oxşar kimi götürə bilərik. Qanıq döyüşü 65-dir. 65-dir. 65. Kara döyüşü də 53-dür. Burada eyni ildə baş verən 1, 2, 3-dür. Yəni A variantı. Və nəhayət 50-ci sual. Bu video çox uzun oldu. Yəni bu testi bir dəfə işləmək, nə bilim, çox qəlizdir həqiqətən. Çünki mən bunu videonu çəkincə 3 dəfə dayandırmışam. 50-ci testə baxsaq, demək burada eradan əvvəl 1-ci əsrdə bizdən Atropatina və Albaniya dövləti üçün uyğunluğu istəyir. Atropatina və Albaniya dövləti üçün uyğunluğu istəyir. Eradan əvvəl 1-ci əsrə aid istəyir. Bax, burada diqqət etmək lazımdır, müəllimlər. Əsas məqamlardan biri bizdən uyğunluğu istəyir. Plus da ki, Atropatina və Albaniya dövlətinin eradan əvvəl 1-ci əsrində. Atropatina aşağısında verilib. Roma qoşunlarına qalib gəlmişdi. Bildik ki, bu qalib gəlib. Karlada götürülüb bunu. Biri anı. Sonra Selevkilər dövlətinin asılı düşmüşdü. Bu 3-cü əsr idi. Ona görə götürməliyik bunu. Bizdən 1-ci əsr istəyir. C. Parfiya tərəfindən varlığına son qoyulmuşdu. Parfiya tərəfindən varlığına bu eramızın 1-ci əsrində son qoyulur. Ona görə bu yanlışdır. Deyə baxsaq, Artabazan tərəfindən idarə edilmişdi. O da eradan əvvəl 3-cü əsrə aiddir. Bu da yanlışdır. Biri oldu yalnız A. 2-yə baxsaq, Albaniya dövlətinə aiddir. Roma qoşunlarına məğlub olmuşdu. Bəli, Roma qoşunlarına Albaniya məğlub oldu eradan əvvəl. Elə bu da 36-da məğlub oldu. Sasani dövlətlə müttəfiq olmuşdu. Dövlət varsa, bu Sasani dövləti eradan əvvəl 1-ci əsrdə yox idi. C. Xristianlıq dini yayılmağa başladı. Xristianlıq dini bizim İran 1-ci əsrində yaranmışdı ümumiyyətlə və yayılmağa başlamışdı. Bu burada eradan əvvəldə, ona görə götürmürük. D. Su dəyirmanlarından istifadə edilmişdi. Bəli. Su dəyirmanlarından istifadə məhz eradan əvvəl. Xeyr, bu da yanlışdır. Çünki biz dedik axı, su dəyirmanlarından istifadədir, şüşə qablardan istifadədir. Albaniyada bizim İran 1-ci əsrindədir. Eradan əvvəl deyil. Ona görə burada cavab 1A, 2A olacaq. Yəni D variantı. Belə müəllimlər, indi video uzun olsa belə çalışarsınız, hamısına qulaq asarsınız. Yəni yarıda saxlayıb mərhələli şəkildə